məskunlaşmışdı. Əkinçilik və maldarlıqla məşğul olurdu əhali. Yarımadanın şimalında və mərkəzində bədəvilər yaşayırdı. Bədəvilər də əhalinin əksər hissəsini təşkil eləyən, köçəri maldarlıqla məşğul olan, dəvə, cinsat saxlayanlara deyilirdi. O bədəvilər də dəvəni səhra gəmiləri adlandırırdılar. Daha sonra burada mühüm ticarət yolları var idi. Bu yolun üzərində də Məkkə, var idi, və Məkkənin də ticarət məsələsində də əsas rəqibi, Yəsrib idi. 622-ci ildən də o Mədinə adlanmağa Bəli. başlayır. Məkkədə Qureyşilər nəslindən olanlar yaşayırdılar. Ərəblərin ticarət və dini mərkəzi sayılırdı. Burda, İslamdan öncə, bütpərəstlik, var idi. Həmçinin xristianlıq, yəhudilik və zərdüştlük də burda yayılmışdı. Hı hı. Ərəb qəbilələrinin özlərinin sitayiş etdiyi bütlər də var idi, və Məkkə şəhərinin mərkəzində ziyarətgahlar var idi, hansı ki, burada Kəbədə toplanmışdı bunlar. Burada Sasani Eee, və Bizans hücumları olur. Neçənci yüzillikdədir? 7-ci yüzillikdə. 6-cı yüzillikdə. 6-cı, Aha, 500. 506-cı. Sasani 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 və əlifbaları 7-ci. Bizans. Hə, yox, Sasani və Bizans hələ İslam dinindən də qabaq. Yəni burada yadınızdadır, Yəməni ələ keçirmək üçün mübarizə aparırdı Sasani və Bizans. Başa düşdüm, hə, yadıma düşdü. Aha, yaxşı. İndi bizə qalib deyəcək, İslam dini neçənci ildə meydana gəldi? 610-cu ildə. Aha, amma İslam dini meydana gələnə qədər necə dövrü adlandırırlar ərəblər? Özləri. Cahiliyyə dövrü, yəni avamlıq, nadanlıq dövrü. Bəli, cahiliyyə dövrü. Məhəmməd peyğəmbərin doğulduğu il 570. 570, bəli, Məkkədən doğru. aranır. Aha, amma 570 40 yaşında verilib də, yəni peyğəmbərlik 610-cu ildən İslam dini başlayıbdı yayılmağa, düzdürmü? Yaxşı, Hə. bəs biz bax bu, necə deyirik, Məkkədən Mədinəyə köçməni ilini deyirik, hətta bizdə bir tarix adlanır, o necə adlanır? Məkkədən A, Mədinəyə Peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü il neçənci ildir? 610-cu il. Aha, 610 yox, 622. 22. 622, yəni 622-ci ildə əslində biz buna mənim hicri təxminən. təqvimi deyirik də, düzdürmü? Bəli. Hicri təqvimi deyirik də, yəni Məkkədən Peyğəmbərin Məkkədən Mədinəyə bilirsiniz də hər dövlət, yəni bir çox dövlətlərin arasında, yəni özünün tarixi var, tarix anlayışı var da, yəni o dövrdən başlayır. Məsələn, Roma şəhərinin yaranmasından, ondan sonra Afinada, Yunanıstanlarda necə idi Olimpiya oyununun keçirilməsi, xristianlar İsa'nın doğulduğu tarixdən, biz özümüz də o tarixi götürürük ya. Yəni bizim də dövrümüz, xristianlar kimi gedir də, 1-ci əsrdən, indi biz də 2025-ci ildəyik, yəni onlar kimi. Amma məsəl üçün İslam ölkələri var, məsələn İran olsun, nə bilim ərəb ölkələri var. Bunlar 622-ci ildən götürür də, biz də onu, məsələn tarixdə var da, tarixi çevirmək. Hicridən miladiyə, miladidən hicriyə keçirtmək, onu yəqin ki bilirsiniz. Misir 629 də, görəm, üzr istəyirəm, Misir də hicri qəməri ilə gedir də. Deyəsən Ər hə, çünki ər ərəb dövlətidir də, Misir də ərəb dövlətidir. Tam dəqiq yalan deyərəm müəllimə, yəni yanlış yönləndirmək istəmirəm. Hımm. Amma bildiyim qədərilə elə olmalıdır. Amma tam dəqiq bilmirəm, yalan deyərəm onu. Yəni, onlarda 622-ci ildən götürülür də, amma İranı bilirəm ki, İranda elə o cürədir, sonra ərəb dövlətlərinin bir çoxusunda o cürədir. Yəni 622-ci ildən götürürlər də. Onlar da hardasa, yəni neçə il əvvəldədirlər bizdən. Aha, yaxşı, bu 5 şərti falan da bilirik qalib, yəni onu, hər birimiz müsəlmanıq, yəqin ki bilərik. Bizə əsas burda lazımdır Bədir döyüşü, neçənci ildir? 624. Bax 624-cü ildədir. Bax hələ burada nə ərəb dövləti var, nə ərəb xilafəti var. Yəni bəzən düşür, bu suallar, testdə 600, yəni ərəb xilafətinə aiddir Bədir döyüşün, uşaqlar götürür. Amma hələ, yəni ərəb dövləti yaranmayıb da bu dövrdə. 624-cü il. Aha, yaxşı, burada bir də bir sülh müqaviləsi var. Ümumiyyətlə Bədir döyüşü haqqında danış, kimlər arasındaydı? Bədir döyüşündə, yəni bu Aha, Məkkəlilər Mədənədəki müsəlmanlar özünə yürüş bəli, ediblər və bəli, bu Məkkə. Aha, 624-cü ildə bunlar arasında Bədir döyüşü olub və bu uğursuzluqla nəticələnib. 630-cu ildə müqavilə imzalayıblar və Məhəmməd peyğəmbər burada Məkkədən, Məkkəyə qayıdıb Kəbəni, yəni bütlərdən təmizləyir və sağ ol. oranı Allahın evi adlandırır və oranın ilk başçısı olur.
Bəli, bununla da İslam dövləti yaranır, düzdürmü? yaranır. Yəni. Bəli, bununla da 630-cu ildə yaranır. Biz bu dövrü də bölürük də ümumiyyətlə. Məsəl üçün peyğəmbərin dövrü, düzdürmü? Neçənci illərdir? Peyğəmbərin dövrü 630-32, bir də 4 Arxa. xəlifənin dövrü 632-661. Aha, yəni peyğəmbərin dövrü 630-632-ci il, 2 il oldu, Bəli. yəni hakimiyyətdə. Yəni ilk ərəb dövlətinin, yəni ilk hökmdarı deyək də, yəni peyğəmbərdir. Sonra isə hansı dövr olur? Xəlifələr dövrü. Düzdür? Rəşidi Bəli. xəlifələr dövrü deyirik də ona. Yaxşı. İndi Məhəmməd peyğəmbər və 4 xəlifə olacaq. Gülnar müəllimə indi onu deyəcək. Neçənci illərdir? Bəli. Rəşidi xəlifələr dövrü, Məhəmməd peyğəmbərin dövrü 630-32, Aha. 632-dən də 61-ə kimi 4 xəlifə Əbu Bəkir, Ömər, Osman, Əli tərəfindən idarə olunur. Həmin dövrü Rəşidi xəlifələr dövrü adlandırırlar. Deməli bu dövrdə artıq Ərəb dövləti, yeni Ərəb dövləti yaranıb inkişaf edir. Mərkəzləri Mədinə və Məkkə şəhərləri olur. Ərəbistan yarımadasını fəth eləyirlər. Sasani dövlətini süquta uğradırlar. Bizans və İran torpaqlarının fəthini başa çatdırırlar. Daha sonra Fələstindir, Suriyadır, Misir fəth olunur. Şimali Afrikada da bir sıra ərazilər tuturlar. Eyni zamanda Cənubi Qafqaza hücumlar etmişdilər. Bir də Xəzər xaqanlığı ilə toqquşmalar baş vermişdi. Bax bu Bələncər döyüşü falan da düşür onların Bəli, dövrünə, dövrə düşür. düzdürmü? Aha, Xəzər xaqanlığı ilə yəni ən güclü dövrləri, döyüşlərin ən şiddətli dövrləri də bax bu vaxtlara düşəcəkdir. Aha. Bəli. Yaxşı. Və Sasanilər dövlətində süquta Bəli, uğradı. 651-də Sasanilər süquta uğradılar. Aha, doğrudur. Yaxşı. Əməvilər dövrü. Bəli, indi Əməvilərin dövrünü bizə Xədicə müəllimə desin. Xədicə müəllimə, hansı dövrləri əhatə eləyir Əməvilər sülaləsinin hakimiyyət dövrü? 661-dən Hı hı. 750 Abbasilər gələnə qədər davam Bəli. eləyir. Doğrudur. Deməli Muaviyyə çıxır taxta. Aha. Paytaxt Dəməşq şəhəri olur. Birinci Bəli. yarananda Məkkə olur. Mədinə, Məkkə, sonra Dəməşqə Bax köçürülür Muaviyyə Əməvilərin Cavanşir dövründə. getmişdi görüşünə. Həmən Muaviyyədir. Aha. Hə, bəli, bəli. Sonra 7-ci əsrdə Şimali Afrikanı fəth edirlər. Yəni Hı. sonra 711-də daha doğrusu 8-ci əsrin əvvəllərində səhv dedim. 8-ci əsrin əvvəllərində Şimali Deməli Afrikanı fəth Afrikaya edirlər. hücumlar həm xəlifələr dövrünə götürə bilərik, düzdürmü? Həm Əməvilər dövrünə Afrikaya hücumları oxşar kimi götürə Aha, bilərik. bəli, bəli. Aha. Misir falan da var axı. Şimali Bəli. Afrika gedir Misir. Hı Hə. -hı. Şimali Afrikanın fəthini deyir 8-ci əsrin əvvəllərində başa çatdırırlar. Aha, bəli. Sonra 711-də Tariq. Tariqin başçılığı Hı -hı. ilə ərəb sərkərdəsi Tariqin başçılığı ilə O məşhur Afrika boğaz. ilə Avropanı ayıran boğaz olan Hı Cəbəlül -hı. Tarix boğazını keçirlər. Oradan İspaniya daxil olurlar. Yəni Aha. İspaniyanın. Bəli, Burada Vestgotların. İspaniyanın 711-də Bəli. İspaniyanı fəth eləyirlər. Doğrudur. Ərəblər Pireneya yarımadasının xeyli hissəsini ələ keçirirlər. Sonra Frank krallığına yürüş edirlər. Franklarla döyüşü olur 732-də. Burada O döyüşün ərəblər adı? məğlub olur. Aha. Hə? Hansı döyüşdür? 732-də. Döyüşün adı nə idi? Poitiers döyüşü. Bəli, Poitiers döyüşü bir dənə də var müəllimlər tarixdə. Elə xəttimi. Bir də şeydir, 100 illik müharibənin gedişində Bəli, olur da. 1356-da doğrudur. Fransızların məğlub olduğu. Aha. Doğrudur. Burada Qərbi Başqa? Avropaya Aha. ərəblər burada məğlub olur. Qərbi Avropa yürüşlərinin qarşısı alınır. Hı -hı. Düzdür. Çin və Məğlubiyyət. Hindistana da yürüşlər olacaq. Sonra Çinə, Hindistana, Çin, Hindistan vadilərinə də çatırlar. Bəli. Qafqaz, Mərkəzi Asiyanın tamamilə işğalını başa çatdırırlar. Doğrudur. Yəni Əməvilərin Yəni dövrünə Xəzərlərlə mübarizəsi hələ də davam edir. Həm Əməvilərə götürə bilərik, həm deməli xəlifələr dövrünə götürə bilərik. Deyir ki, 7-8-ci əsr 7-8-ci əsrin birinci yarısınacan Atlantik okean sahillərindən Hindistan və Çinə qədər ərazilər Ərəb xilafətinin tərkibində idi. Yəni böyük bir əraziləri fəth edərək ərazilərin xilafətlərinə qatırdılar da, yəni imperiyanın tərkibinə qatırdılar. Doğrudur. Yaxşı, bunlara son qoyan bir dənə üsyan var. Bu Əməvilər sülaləsinin sonunu gətirən. Mərkəzi Asiyada olur üsyan. Əbu Müslümün başçılığı ilə 750-ci ildə artıq Əməvilərin varlığına son qoyur. Abbasilər gəlir. Abbasilər də Bir də bu Əməvilər sülaləsi devriləndə demək
Bir dənə də başqa xilafət yaranır, İspaniya Aha, ərazisində. İspaniya arasında Kordova xilafəti Bəli, yaradılır. Kordova xilafəti yaranır 756-cı ildə. Əvvəl ilini verirdik, artıq götürübdü. 756-cı il. Bax, buradan 756-da. biz deyirik ki, Ərəb xilafəti parçalanmağa başlayır. Yəni 756-cı ildən parçalanma Kordova xilafəti yaranmasından başlanır. Yəni ilk parçalanma elə oradan başlayacaq. Aha. Yaxşı, indi Avropanın bizə qərb hissəsindən aha, də. indi bizə Avropanın qərbi gedir də İspaniya. Qərb bəli, Avropa qərbdə, ölkələri. doğrudur. İndi bizə Nərmin müəllimə danışacaq Abbasilər sülaləsi dövrünü. Deməli, Əbu Müslimin üsyanı nəticəsində Əməvilər gedir və onu 750-1258-ci ilə qədər uzun bir dövrü əhatə eləyən Abbasilər sülaləsi gəlir. Abbasilərin dövründə deməli 762-ci ildə Şamdan Bağdada köçürülür, yəni şəhər, Bağdadın əsası qoyulur və paytaxt bura köçürülür. Hətta yəni Abbasilərin idarəçiliyi dövründə yəni Bağdad xilafəti də adlandırılmışdı. 751-ci ildə Talas döyüşü baş verir ərəblərlə Çinlər arasında. Çin ordusunu məğlub eləyir ərəblər. Eyni zamanda 778-837-ci illəri əhatə eləyən Azərbaycanda xilafətə qarşı Xürrəmilər üsyanı baş vermişdi. Həmçinin Xürrəmilər üsyanının xilafətin dağılmasında biz Azərbaycan tarixində qeyd etmişik ki, çox böyük rolu olmuşdu. Yəni sarsıtmışdı Xürrəmilər Bəli, doğrudur. üsyanı xilafəti. Həmçinin əmirlərin hakimiyyətini gücləndirməsi xalqın narazılığına səbəb olmuşdu və 9-cu əsrdə Ərəb xilafəti parçalanır. Misir, Mərkəzi Asiya, Azərbaycan, İran və Əfqanıstan xilafətdən ayrılırlar. Eyni zamanda 9-cu əsrdən başlayaraq xilafətdə, dövlət idarəsində və orduda türklər mühüm rol oynamağa başlayır. 833-842-ci illərdə hakimiyyətə xəlifə Mötəsim gəlir. O Bizansa və xilafətdəki üsyanlara qarşı mübarizədə türklərdən geniş istifadə edir. Həmçinin biz Xürrəmlərdə də Afşinin adını çəkirik ki, yəni o Xürrəmlər hərəkatının yatırılmasında ondan istifadə eləmişdi. 1055-ci ildə Səlcuq Sultanı 1-ci Toğrul Bağdadı tutur və Abbasilər xilafətini özündən asılı vəziyyətə salır. 1258-ci ildə də Hülakü xan Bağdadı tutur və Abbasilər xilafətini və ümumiyyətlə xilafəti süquta uğradır. Doğrudur. Bax, Abbasilərə ümumiyyətlə Abbasilərə son qoyur. Ümumiyyətlə Ərəb xilafətində, yəni xilafət Ərəb bəli. Kim olur? Hülakü xan. Amma bəzən uşaqlar çaşır, Səlcuqları götürür. Burada 1055-də o sadəcə özündən asılı. Yəni Bağdadı tutması oxşar götürə bilərik. Amma sadəcə burada Toğrul özündən asılı eləyir. Tam da son qoymur. Zaten onsuz ki tamamilə zəifləmişdi Ərəb xilafəti. Bilirsiniz necə idi? Sadəcə sultan titulunu falan alanda ondan icazə istəyirdilər belə, yəni formal olaraq. Amma əslində yəni elə bir gücü qalmamışdı artıq xilafətin. Aha. Yaxşı, indi bizə qaliblə davam eləyək. Bunların bir pulları da var ki, hansı pulla istifadə edirdilər bu Ərəb xilafətinin dövlətində? Qızıl dinar, bir də gümüş dirhəm. Aha, doğrudur. Qızıl dinar və gümüş dirhəmdən istifadə edirdilər. Paytaxtlarını da bildik ki, ilk dövrlərdə hansı şəhərlər idi? Məkkə və Mədinə. Aha. Əməvilər dövründə Təmizkər, Abbasilər dövründə Bağdad. Ay sağ ol, doğrudur. Abbasilər dövründə də Bağdad olmuşdur, doğrudur. Aha, yaxşı. Demək, vergi növləri biz Azərbaycan tarixindən də, ümumiyyətlə Azərbaycan tarixində ərəblərdən sonra heç elə də bir dəyişiklik olmur da vergilərdə 1-2 artırıla bilər. Amma vergi və mükəlləfiyyət eyni şəkildə davam edir. Ona görə biz bunu daha yaxşı bilirik. Bir daha üstündən gedək. Vergi növləri, hansı vergilər var idi ərəblərin dövründə? Xərəc var, əsas vergi növüdür, torpaq istifadə müqabilində alınırdı. Cizyə 15 yaşından İslam qəbul etməyən 15 yaşından 60 yaşa qədər yəni alınırdı və bunlar hərbi xidmətdən azad olunurdu. Xümus hər bir müsəlman daşının, yəni əmlakın 5də 1 qədər ödədiyi vergi idi, amma zəkat da bunun yəni 40da 1 qədər dəyəri idi. Deməli, Yəni xümus bunlar müsəlman daşınan əmlakdan alınır, zəkat isə daşınmayan əmlakdan. daşınmayan əmlak Bəli. 40da 1 var. Məsəl üçün evdir, belə bir şeylər də, yəni bağdır. Bunlar daşınmayan əmlakdan alınan zəkat idi. Amma daşınan əmlakdır. İndiki zamanda maşın falan düşünün. İndi o dövrdə də məsəl üçün əmək aləti, nə bilim belə bir şeylər. Yəni daşınan əmlakdan alınan xümus idi. Doğrudur. Bir də sən mülkiyyət formalarında deyil, torpaq mülkiyyət forması. Burada dövlətə məxsus torpaqdır. Bu divan adlanırdı. İqtisad xidmətə görə verilirdi. Mülk irsən keçən torpaqlar, yəni feodalların irsən keçən torpaqlardır və
dini idarələrə məxsus idi. İcmada kəndlərə məxsus idi. Doğrudur. Yaxşı. Bax burda Poitiers ilə Talas döyüşünün oxşar cəhəti verilibdir. Nə götürə bilərsən Qalib? Burada ərəblərin iştirakı ilə baş vermişdi. Ay sağ ol. Həm də ki, eyni əsrdə baş Və vermədi. eyni yüzlükdə bəli baş Aha, verib. doğrudur. Amma fərqi? Burada yəni Talas döyüşündə yəni Abbaslərin dövrünə baş vermişdi. Bu həm də Abbaslər qalib gəlmişdi burada. Aha, doğrudur. Yaxşı, indi Gülnar müəllimə bizə desin, Əməvilər və o Abbasilər üçün zaten deyə yəni dərsin içində dedik, oxşar cəhətləri Abbasilər və Əməvilərin. Hər ikisi işğalçı yürüşlər həyata keçirmişdilər. Hər Aha, ikisi paytaxtlarını köçürmüşdülər. Daha doğrudur. sonra ərəb mənşəli bir sülalə olmuşdular. Bizansa Kimlərlə qarşı, mübarizə apar? sonra Bəli, ay sağ ol. Bizansa, Xəzərə qarşı yürüşlərdə iştirak etmişdilər. Franklara da. Hə, Franklara qarşı İndi mübarizə Frankların aparmışdılar. dərsinin içərisində qeyd eləyəcəyik ki, Franklara qarşı da mübarizə aparıblar, düzdürmü? Aha. Bəli. Bir də ki, Və vergi vergi islahatı Ay keçirmişdilər. sağ ol. Hə. Aha, doğrudur. İndi Xədicə müəllimə bizə desin. Bax burada Əməvi və Abbasilərdən dedik. Biz Əməvi, Abbasi və ilk xəlifələr üçün ümumiləşdirsək, o uşaqlar eləyirik Venn diaqramı. Üçlü şəkildə. Bizdə də düşürük. Hı. MİQ-də falan da düşür o suallara. MİQ sualların Hə, içərisində. paytaxt köçürmələri var idi. Yəni Hı -hı. bunu deyirsiniz də müəllimə? İşğalçı yürüşlər nəticəsində ərazilərin genişləndirdilər. Tabe etdikləri xalqlarda üsyanlar baş verirdi. Məsələn, Azərbaycanda baş verdi, Mərkəzi Asiyada baş verdi. Hı -hı. Sonra vergi sahəsində tədbirlər görmüşdülər. Bizans və Xəzərlərə qarşı mübarizələr. Bizans Xəzərlərə hər Xəzər üçünü götürürük. Yəni hər üçündə Bizans və Xəzərlərlə mübarizə var. Amma məsəl üçün Xəzərlərlə 100-ə qədər müharibə aparmışdılar. aha, Nəticədə Xəzər məğlub olub İslamı qəbul aha. etmişdilər. Amma məsələn Franklarla mübarizə Abbasi və Əməvilər üçün oxşardı. Xəlifələr dövründə hələ ora gedib çıxmayıblar da. Çünki xəlifələr əsas Bəli. yəni Ərəbistan dövlətinin yaxınlarını, Asiyanı falan, o Qafqazı, o əraziləri. Sasanilər oxşar cəhəti var ki, Asiyada yaranmış dövlət, erkən feodal dövlətləridir. Nə idi? Onlar da Səssiz kəsildi, qırıq gəldi eşitmədim. Hə, deyirəm Sasanlərlə ərəblərin Aha, oxşar bəli. cəhəti Asiyada yaranmış erkən feodal dövlətlər sayılırlar. Ha? Geniş işğallar etmişdilər, Azərbaycanı da işğal etmişdilər hər ikisi. Ha, Köçürmə doğru. Bəli, keçirmişdi. köçürmə siyasəti. Möhkəmləmə O Dərbənd məqsədini həddini inşa möhkəmlətmələrdən. etmiş Bəli, orada Sasanilər. oxşar götürə bilərik, doğrudur. Həm Yaxşı. Sasanilər, həm ərəblərdə köçürmə siyasəti etnik baxımından möhkəmlənirdilər də. Aha, Hər ikisi də Bizansla müharibə aparmışdılar. aha, doğrudur. Nərmin müəllimə, siz qədim Roma ilə ərəb xilafətinin oxşar cəhətini deyə bilərsiniz? Qədim Roma və ərəb. Qədim Roma ilə ərəb Aha. xilafətinin oxşar cəhəti. Bəli. Yəni oxşar cəhəti Roma ilə Bax, ərəb paytaxt xilafəti. götürmələrini götürə bilərik də, düzdürmü? Bəli, paytaxt köçürməsi Aha. ola bilər. Doğrudur. Fələstini, Din Suriyanı, Misiri tutmasını götürə bilərikmi? İşğalçılıq Mən məsəl üçün siyasəti. Əməvi və ya Respublika və ya nə bilim padşahlıq dövrü demirəm də, ümumilikdə Roma və ərəb xilafəti deyirəm. Ona görə Bəli ki, ümumi. geniş əraziləri ələ keçirməkləri, Aha. özlərini asılı vəziyyətə Qafqazla salmaları. mübarizə, düzdürmü? Bəli, Romalılar. Qafqaza yürür. Aha, doğrudur. Yürüşlər. Bizans, amma onda Bizans elə Romanın özüdür də, Bəli, Bizansla. Bizansa demirik, amma Qafqazla, Azərbaycanın özü ilə, yəni Albaniya ilə, düzdürmü? Belə Bəli. ərəblər də aparıb da Albaniya ilə diplomatik münasibətlər qurması var. Düzdürmü? Albaniya ilə ərəblərin və Romanın özünün. Biz deyirdik burada Adrianın, nə bilim Oktavianın, burada məsələn diplomatik Domisian var idi. münasibətlər, ay sağ ol, onları götürürük. Doğrudur. Aha. Yaxşı, indi keçək biz bu bizim Frank dövləti ilə. Frank dövləti. Kimlə davam edirik? Nərmin müəllimə, Qaliblə. Qalib, ümumiyyətlə bu Franklar indiki fransızların elə bil ki fransız, alman, italyan, yəni bunların davamçılarıdır da. Sonra Verden müqaviləsinə görə özünüz bilirsiniz 843-də bölünəcək və o dövlətlər yaranacaq. Hələ ki indi kökləri Frankdır. Aha. Ümumiyyətlə necə yarandı? Hansı ərazidə yarandı bu Frank? Hələ yaranana kimi bir dövlət kimi. Franklar iki qora idi. Onlar
özlərini hökmdar adlandırırdı. Əslində hərbi başçılar idi. 5-ci yüzilliyin sonlarında, yəni bunlar bir hissəsi Qalliya istiqamətində, bu zamanda Frankland tayfaları ittifaqına Xlodvig başçılıq edirdi. Bunlar Qalliya istiqamətində yürüşə başlayırdılar. Aha. Bunlar 486-cı ildə Qalliyada baş verən Suasosun şəhəri yaxınlığında döyüşdə Xlodvigin başçılığı ilə Franklar, yəni Qalliyanı tərəfdən keçmiş olma canişin, yəni bunlar məğlub etdilər. Bir də Qalliyanın bir hissəsi Paris şəhərinin daxil olduğu Loara çayına qədər olan ərazini, yəni ələ keçirdilər. Sonra Aha. Suason döyüşündən sonra Xlodvig Qalliyaya yenə yürüş etmiş, ona kömək etmiş ki, tayfa başçılarına zərər çəkdirəcək, özünü Frank kralı, yəni elan etdi Xlodvig. Beləliklə 5-ci yüzilin sonunda Xlodvig Frank krallığını yaratdı. Və indiki ərazisi Fransa və Almaniyanın qərbini əhatə edirdi. Amma keçmiş ərazisi Qərbi Roma imperiyasının ərazisində yaranmış dövlətlər arasında ən uğurlu və ən uzunömürlü Bəli, dövlət doğrudur. oldu. Doğrudur. Qədim Roma imperiyasını elə bil ki, yenidən bərpa etmiş bir dövlət kimi götürürük də, yəni doğrudur. Yaxşı. Xlodvig dedik ki, bax bu Frank dövlətini yaratdı. Düzdürmü? Onun hakimiyyəti dövründə də bir sıra işləri var. Bunu bizə Gülnar müəllimə desin. Məsəl üçün, qanunlar Bəli. toplusu var, düzdürmü? Vilayətlərə bölmə Hə. var. Mən bir Deməli, şey istəyirəm. German tayfaları haqqında yeni kitabda, yəni danışmırıq da biz, hə? Yoxsa? Var, bəli. Oxumusunuz oranı yeni kitabdan? Var. oxumuşuq. İstəyirsiniz oradan danışın müəllimə, başda. Hə, yəni onu mən bəziləri köhnə kitabdan oxuyursunuz deyə mən onu sual vermədim. Ümumiyyətlə dərsdə Təzə kitablar lap oxumuşuq. köhnələrdə digər dərslərin məsələn Hunların içərisində verilən məlumatlardır əslində. Bir neçə əlavələrlə. Bəli, German Bəli. tayfalarının bəli veriblər. Buyurun müəllimə, əlavəniz varsa buyurun, bəli danışın. Hə, Məlumat üçün deməli, lütfən. onda German tayfalarından danışım. Aha, Deməli, German tayfaları, Romalılar, yəni Reyn çayından qərbdəki ərazilərdə yaşayan tayfaları German tayfaları adlandırırdılar. Onlar hələ bu dövrlərdə ibtidai icma cəmiyyətində yaşayırdılar. Mühüm məsələlər də xalq yığıncağında həll olunurdu. Əsas məşğuliyyətlər də maldarlıq və ovçuluq olmuşdu. Deməli, 1-ci əsrdə Romalılar istəyirlər ki, bu German tayfalarının ərazilərini ələ keçirsinlər. Bura yürüş eləyirlər, ancaq yürüşləri uğursuz olur. Çünki tab eləyə bilmirlər, yəni müqavimət göstərir Germanlar bunlara qarşı. Ona görə də Roma bunlardan qorunmaq üçün Reyn çayı boyunca müdafiə istehkamları yaradır bax Germanların 1-ci hücumlarından yüzillikdə qorunmaq Reyn üçün. çayı boyunca istehkamlar düzəcəklər Bəli. Romalılar. Aha, doğrudur. Hə, sonra bu 4-cü əsrdə artıq xalqların böyük köçü baş verir. Bu Roma imperiyasına mənfi təsir göstərir. Yəni Roma imperiyasının tənəzzülünü sürətləndirir. Bu zamanda bu German tayfaları da bundan istifadə edib Qərbi Roma imperiyasının ərazisinə daxil olurlar və burada öz barbar vəhşi krallıqlarını yaratmışdılar. Bu German tayfalarının Romaya yürüşü, yəni Romaya mənfi təsir göstərən mədəniyyətlərini tamamilə məhv edir. Nə bilim, yaratdıqları elmi texniki nailiyyətlərin hamısını sıradan Bəli, çıxarırlar, təhsil, şəhərləri hamısını dağıdırlar. bəli, məhv eləyir, düzdür. Sonra Bəli. 476-cı ildəki yürüş var. Bəli, yürüş eləyirlər və bu 476-cı ildə yürüş nəticəsində artıq Romada qədim dövr başa çatır. Qərbi Roma imperiyası tənəzzül eləyir, tamamilə süqut eləyir. Doğrudur. Bunda da orta əsrlər dövrü başlayır. Həmin bu German tayfalarında yaratdıqları krallıqlar, məsələn, Oskotlar var idi, bunlar İtaliyada idi, Veskotlar İspaniyada, Vandallar Afrikanın şimal-şərqində, Anqlsakslar Britaniyada, Franklar da Qalliya ərazisinə keçib orada öz dövlətlərini yaratmışdılar. Doğrudur. Başqa bunlardan Baxın hə, 476 həmən şeylər deyim müəllimlər, görürsüz? Yəni oxumayanlar üçün bəli, deyirəm. Yəni eyni şeylərdir, hansı ki, bax bilmədiyiniz nəsə var burada? Əvvəl xeyr, Hunların içərisində verilən bir dərsdir, indi ayrıca verilibdir. Əslində yəni əlavə bir şey yoxdur. Bax bu bir də burada yeni bir söz əlavə olunub ki, dərsliklərdə var. 476-cı ildə biz deyirik ki, yəni nə baş verdi? Roma imperiyasına son Qərbi qoyuldu. Roma Başqa da imperiyası süqut ki, etdi. başqa nəyə son qoyuldu? Antik dövr Yeni bir mədəniyyəti cəmiyyət süqut yarandı da, quldarlığa hə, son qoyuldu, feodalizm yarandı. Bir Bəli, də indi feodalizm. deyirik ki, bir də indi deyirik ki, Roma dövrü bitdi, German dövrü başladı. Bir dənə belə bir yeni hə, cümlə əlavə ediblər ki, yəni 476-cı ildə Roma dövrü bitir, German dövrü başlayır. Yəni bir dənə belə bir əlavə cümlə var dərslik kitablarının içərisində. Aha, yaxşı, indi kimlə idik biz? Gülnar müəllimə ilə. İndi Xədicə müəllimə bizə bəli. desin. Oskotlar hardadılar? Harda axtarmalıyam? Xədicə müəllimə. Ostqotlar İtaliya Aha, ərazisindədir. Vestqotlar isə Vestqotlar İspaniyadadır. Britaniya Anglo-Saks. Sakslardır. Var. Britaniya ərazisində. Bəli.
Vandallar Afrikanın şimal şərq Şərqində, hissəsində, doğru. Franklar da ki, Qal Qalliya ərazisində Doğrudur, yaşayırdılar. əla. Qalliya ərazisində. Aha, yaxşı, Xlodvikdən də danışdıq. İndi Xlodvikdə, elə Xəccə müəllimə sizlə davam eləyək, orada qalmışdıq da. Hı. Bu Xlodvik neynədir? Bax, gəldi yerli əhalinin Xristian Aha. dinin qəbul eləyib, dövlət dini kimi Aydın. qəbul Yerli etdi, əhalinin yəni. dinini qəbul etməsini oxşada bilərik Qazan xanla. Yerli əhalinin dinini qəbul etmə. Hə, Sadəcə Qazan fərqi odur ki, o xanlığı. müsəlman olub, bu xristian olub. Amma oxşar ola bilər ki, Bunlarla da Bu oxşada dini bilərik qəbul də müəllimə. etməyi necə? əhalinin Bunlarla da oxşada bilərik yerli də. dinini Hə, qəbul urna etmə. ayrı da oxşada bilərik. Aha, Oxşada bilərik. Hə, düzdür. Hə, dövlət dini eləyir də. aha. Hə. Sonra Xəzərlərdə də var da, kim Özbək idi, kim idi? O da deyəsən İslamı dövlət dini elan edir. Oxşar cəhət kimi götürə bilərik, hə. Aha. Sonra bu Xlodvikin xristianlığı qəbul etməsi ruhanilər və yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Deməli, Qalliya üzərində bu hakimiyyətini möhkəmləndirir. Sonra dövləti Qanunlar inzibati toplusu. cəhətdən vilayətlərə Mhm, bölür, vilayətləri doğru. qraflar idarə edir. Mhm, Sonra qanun toplusu 6-cı əsrdə yaradır, 6-cı doğrudur. əsrin əvvəllərində. Bu da Frank qədim adət-ənənələrinə uyğun olur. Sonra dil Latın dilindən istifadə olunur, yəni Roma hüquqları əsasındadır, tərtib Bəli, olunmuş doğrudur. qanunlar olur bu 5-ci əsrdə qanun. Roman qanunları var idi. Bax, həmən onun əsasında bu Aha. qanunlar toplusunu yəni Latın tərtib edir. dilində tərtib Bəli, olunur. doğrudur. Aha, doğrudur. Sonra 9-cu əsrəcən deyir qüvvədə qalmışdı həmin qanunda, Bəli, yəni. düzdür. Belə. Pul vahidi nə idi bunların? Pul vahidi Doğru. solid deyildi, Bəli, solid solid idi. idi. Solid idi, Hə, doğrudur. solid. Bax, müəllimlər, indi biz kimdəyik? Nərmin müəllimədə. Bax, biz əvvəl martiri kral martir kimi verirdik əvvəlki dərsliklərimizdə, yadınıza gəlirsə. İndi baş məmur. Aha, amma indi məlum olur ki, bizim tarixçilərin, ümumiyyətlə müəlliflərin, yəni belə şeyləri çoxdur da. Bir dəfə nəsə səhv eləyir, sonra düzəldir və yaxud da ki, düz bir şeyi sonra səhv yazır. Yəni hər Alma nə qulağın neçə ildir alma qulağı kimi. Ayşə. Alma qulağı kimi A, öyrənmişik. Alma qulağı döyüşü. doğrudur. Alma Yəni bulağı döyüşü. amma Alma kitabda nə varsa, yəni mən biz onu keçməliyik, onu öyrənməliyik də, çünki kitabın içərisindən düşəcək. Amma yenə də Bəli. tarixçi müəllimlər kimi, siz müəllimlərsiniz də, yəni araşdırıb doğrunu, daha dəqiqini öyrənmək, yəni sizin vəzifə borcunuzdur. Aha, Bəli, deməli baş məmur Martelin bəli, dövründə, yəni deyir o 8-ci əsrdə kral sarayında baş məmur olmuşdu. Orduya rəhbərlik eləmişdi. Hətta deyir dövləti kralın adından idarə eləyirdi. Hərbi islahat keçirmişdi. Zirehli atlılardan və cəngavərlərdən ibarət Frank qoşunlarını təşkil eləmişdi. Onun dövründə biz əsas yadda saxlamalıyıq. 732-ci ildə Poitiers döyüşündə Qalliyada ərəbləri məğlub eləyir və onların Avropaya irəliləməyinin qarşısını alır. aha, demək ki, bu Hakim Poitiers döyüşündə Kral Martel. Bax, böyük burada üstünlük əldə eləyir. süvari ordusuna keçid, məsəl üçün və yaxud da ki, rəqiblərin ordu sistemini öyrənib həmən taktikanı ona qarşı işlətmək, oxşar götürə bilərik çinlilərlə, düzdürmü? Yəni onlar da əvvəlcə Hunların taktikasını öyrənirlər, sonra da düzdür, orada nigah diplomatiyası da var, amma yəni burada da var idi elə bir şey ki, o taktikanı işlədirlər və onları zəiflədirlər. Bəli. Eynilə burada Kral Marterdə, yəni Kral Marter ona qədər ərəblər necə işğal eləyiblər? Bunlar atlı idi, camaat da hələ at falan yox idi da. At bu şərq tərəfdən gedib də qərbə. Yəni at falan Bəli. yox idi. Bunlar yerdə, ayaq üstə, yəni bu şəkildə. Onlar da atın belində. Ona görə də zərbə, yəni güc daha onlar üstün idi. Və beləliklə Marterdə islahat keçirir və bu islahat nəticəsində ki, hansı ki 732-ci ildəki Poitiers döyüşü ilə ərəblərin hansı tərəfə irəliləməsinin qarşısı alındı deyirik? Qərbi Avropaya müəllimə. Qərbə. Bəli, Qərbi Avropanı franklar saxladı qarşısını. Şərqi Avropanı isə Şərqi Xəzərlər. Xəzərlər. Bəli, Şərqi Avropada Xəzərlər Xəzərlər. irəliləməsinin qarşısını alıb. Qərbi Avropada isə frankları deyirik. Doğrudur.
Aha, indi qaliblə davam edirik. Sonra isə bizim kral, yəni Karlımız var, düzdürmü? Onun hakimiyyət illərini bilsək daha yaxşıdır. Çünki testlərin çoxunu 768-814. bəli, 768-814-cü illəri əhatə eləyir onun hakimiyyət dövrü. Bu da uğurlu bir hökmdar olubdu, yəni Frank dövləti üçün. Aha, nə işlər görübdü məsələn? Hərbi islahat bu da Bu keçiribdi. Aha, Bəli, burada 8-ci yüzillikdən Karl Martel dövründə Frank ordusu, yəni süvarilərdən təşkil olunurdu. aha, Böyük Karl hərbi islahat keçirərək ordu toplanmasını aşağıdakı təşkillər etdi. Yəni burada kəndlilər ortadan uzaqlaşdırıldı, qohumlarına və Frank əyanlarına torpaqlar payladı. Bu aha. yığdığı vergilər hesabına özlərinə döyüşçü, at, silah, sursat Özü də bu torpaqlar irsi alırdılar. keçirdi. Yəni bu payladığı Bəli, bəli. torpaq da irsi idi. Toşnu bizim bu Ağqoyunlu, Qaraqoyunludakı hansı torpağa oxşuyur? Soyurqala. Bəli, Soyurqala. Hansı ki, xidmət müqabilində verilir, amma necə olurdu? İrsi keçirdi. İrsi çət. Aha, doğrudur. Bəli. Sonra hansı Sonra bu ərazilərə Karl yürüşlər olubdu? Karl, Bu Böyük Karl. İspaniyada müsəlman ərəblərlə müharibə apararaq bu Pyreneya yarımadasının şimalını bir vilayət ələ keçirdi. Burada xristianlığı yaydı. Sonra döyüşkən Saks tayfalarına qarşı 30 il bu müharibə aparıb Hı -hı. və Saksyanlardan torpaq sahələrini bağışlamaqda onları öz tərəfinə çəkir və Avar xalqlarına qarşı da amansız və qəddar müharibə aparıb. Bu Doğrudur. İtaliyanın şimalında məskən salmışdır və Roma papasının təhdidinə German tayfalarını məğlub edib öz dövlətinə birləşdirib. Bu papa Aha. öz minnətlərini bildirmək üçün, yəni Karlı Romaya dəvət edir. Və beləliklə Böyük Karl bu ərazini xeyli genişləndirmiş olur. Hı -hı. Bu krallığın ərazisi Qərbi və Mərkəzi Avropanın çox hissəsinə əhatə edilir. Bu 800-cü ildə Papa Romada təntənəli mərasimdə, yəni Böyük Karlın başına qızıl tac qoyub onu imperator elan edir. Hı -hı. Bu tac qoyma mərasimində yəni Roma xristian və Alman elementlərinin bir araya gəlməsini simvolizə edirdi. Bəli, Yəni bu yeni Roma bir dinasiya imperatorluğuna yaranır artıq deyirik bu dövrdə. bəli. Yəni Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanı Böyük Karl yenidən birləşdirdi və Aha. Bizans və Ərəb xilafəti ilə diplomatik əlaqələr yaratdı. Aha, doğrudur. Böyük Karlın Bizans və ərəblərlə diplomatik münasibətləri qurulubdu, doğrudur. Bəs neçənci ildə, artıq biz buna nə deyirik? Yəni Karl dövlətinin parçalanmasında bir dənə səhvi o olur ki, yəni öz nəvələri arasında bəli, bu onun səhvi. 843-cü ildə Berlin müqaviləsi imzalanır və 3 nəvəsi arasında bu bölür torpaqları. Aha, doğrudur. O torpaqları bölür və 843-cü ildə bu Berlin müqaviləsindən sonra meydana gələn dövlətlər hansılardır? Fransa, Almaniya və İtaliya dövlətləri yaranır. Bəli, doğrudur. Fransa, Almaniya və deməli İtaliya dövləti. İndi bizə Gülnar müəllimə Fransa dövləti haqqında danışsın. Ümumiyyətlə bu 9-11-ci əsrlər feodal dağınıqlıq dövründə Bəli, feodal dağınıqlığı dövrü. yəni həmən dövrləri bizdə də eyni 9-11-ci əsrləri feodal Bəli. dağınıqlıq dövrü götürürük. Burada demək ki, bunlarda da mövcud idi bu. Aha. Yaxşı, Bəli. Fransanı danışaq 9-11-ci yüzilliklərdə. Burada kiçik-kiçik məlumatlar verilibdir. Sonra növbəti dərslərdə artıq hər birinin geniş öyrənəcəyik. Bəli, feodal dağınıqlığın ən bariz nümunəsi də Fransada özünü göstərirdi. Düzdür, Fransa vahid bir dövlət sayılırdı, ancaq iri feodal mülklərinə bölünmüşdü. Hı -hı. 10-cu əsrdə burada hakimiyyətə Kapetinglər sülaləsi gəlmişdi. Bu dövrdə yalnız paytaxt Paris və Orlean arasındakı torpaqlar kralın mülkü hesab edilirdi. Hı -hı. Daha sonra burada var idi Almaniya. Elə Almaniya da 9-11-ci əsrdə burada iri feodal mülklərin birləşməsi nəticəsində vahid krallıq yaranmışdı. Bu zaman vahid Alman kralı 1-ci Otto idi. O İtaliyanın şimalında öz hakimiyyətini keçirdikdən sonra Papa onu yanına çağırır və 962-ci ildə onu Roma imperatoru elan edir və o müqəddəs Roma imperatoru elan edilir ki, bu müqəddəs Roma imperatoru 1806-cı ilə qədər mövcud olmuşdu. Bir də Daha sonra Napoleonun dövrünə qədər. Aha. bəli, Napoleon sonra süqut uğradı onu. Doğrudur. Sonra İtaliyada siyasi dağınıqlıq vəziyyətində olmuşdu. Burada məsələn məşhur şəhərləri var idi 9-10-cu əsrlərdə. Genya, Venesiya, Pisa və Florensiya. Bunlar müstəqil şəhər respublikaları idi ki, özünə idarə hüququ qazanmışdılar. Hı -hı. Belə. Bir Bax də Vikinglərin yürüşü 962-ci olmuşdu. ildə, 962-ci Bəli. ildə dedin ki, müqəddəs Roma imperiyası yaranıb. Tarixdə bizə məlumdur, 962-ci ildə başqa hansı hadisələr olub? 962. Bir dənə türk dövləti. Qəznənlər dövlətinin yaratması. Bəli, Qəznənlər dövləti Qəznənlər 962-ci dövləti ildə. Sonra yenə almışlar. var. Sonra yenə var. Səlcuqlara gedin, 962-ci ildə Səlcuqlarda nə var idi?
Səlcuqlarda Hə, Cəng şəhərini Səlcuqlarda. tutmaqdır. Yeni məlumatdır Ay, bəlkə də. hə, sən hə, Cəng şəhər. deməli, bəli. Aha, sonra Mərzban ibn Məhəmmədin hakimiyyətə gəlməsi də 962-ci-dəndir. Salah. Bəli. Aha, doğrudur. Yaxşı, burada bir dənə də vikinqlərimiz var. Onu da danışsın Hə, Xədicə vikinqlər. müəllimə. Vikinglər deməli təxminən 1000-ci ildə Şimali Amerikaya gedib çıxırlar. Mhm. Hansı Sonra ərazidə yaşayırdılar ümumiyyətlə? 9-10-cu əsrdə Avropa Geniş miqyaslı Avropada. hücumlar Geniş ediblər ora. miqyaslı Amma deyil. yaşadıkları Aha. ərazini biz xəritədə onları harda axtarırıq? Skandinaviya yarımadasında. Skandinaviya Aha, ərazisində, doğrudur. Skandinaviyada. Doğrudur. Aha, amma 1000-ci ildə Şimali Amerikaya gedirlər də. Doğrudur. Axınlar 1000-ci olur. ildə hansı hadisə olmuşdu? Əsas məşğuliyyəti əkinçilik olur. Bəli. 1000-ci ildə hansı hadisə Necə? olmuşdu? 1000-ci ildə türk dövlətlərincə Hə, Oğuz dövləti yaranmışdı. yaranmışdı yoxsa Süqut etmişdi. süqut etmişdi? Neynə? Süqut etmiş. Süqut Oğuz. edib. Süqut etmişdi, bəli. Qıpçaqlar Oğuz tərəfindən. dövləti ondan qabaq yaranmış. Necə? Yaranması yadımdan çıxdı onda. Hə, süqut edib 1000-ci ildə, düzdür, hə. Qıpçaqlar tərəfindən Səs son kəsilir. arada sizin də səsiniz mənə elə gəlir. Hə, Sözüm yadına gəlir. internet Hə, gedir, kəsir bilmirəm səsləri. kimdədir. Yəqin məndədir yəqin onda. Yo, mənim internetimdədir. Bizdə olur, gedir, gəlir. Hə, Hə, ola bilər. hə, 1000-ci ildə Oğuz dövləti süqut eləyir, amma yaranması yadımdan çıxıb, nə yalan deyim. Yaranması Yaranması- neçədir? Dəqiqə. Gəlmir, səs gəlmir, hə. 950-ci ildir. Ay. 950-dir. Tam dəqiq, yəni hə 910-cu Yoxdur əsrdən yaranma 900. ilisi. Dövlət Hə, ilə 10-cu yaranması. əsr 10-cu götürəndə əsrin- 900 neçə. Aha, Mhm. 10-cu Ortalar falan da əsrdə belə. 10-cu 950-ci illərdə İslam dininin falan geniş, yəni miqyaslı oldu. Burada 1000-ci il Elə bir şey. deyirik, müəllimə 11-ci əsrin özünə düşür onda 1000-ci il. 1000-ci il 11-ci əsrə düşür də. 1000-ci il bəli 11-ci əsrdir. 11-ci əsrin özüdür, 0 Bəli. 3 dənə 0. Hə, 11-ci Bəli, əsr. 11-ci əsr. Aha. 1000-ci Bunların əsas məşğuliyyəti əkinçilik olur. Skandinaviya ərazisində yaşayıblar. 1000-ci Aha. ildə Şimali Amerikaya gedirlər. Sonra gəmiləri dövrün deyir ən yaxşısı idi gəmiləri. Sonra Bunların əkinçiliyi idi deyirsiniz. bəli, əsas məşğuliyyətləri əkinçilik olur da. Tamam. Bax, əkinçilik deyil bunların əsas məşğuliyyəti. Deyir ki, yəni bu il növbəti illər keçəndən sonra Skandinaviyada istiləşmə gedir. baş verir. İstiləşmə getdiyinə görə müəllimlər, onlarda artıq əkinçilik üçün şərait yaranır. Bunlarda əkinçi Skandinaviyaya bir dənə Hə, gedin. iqlim Avropada Aysa iqlimin ora hə, ən istiləşmə soyuq olur. yerlərdir də. Özdə məsəl üçün vikinglər filmlərdə falan görmüş olarsınız. Onlar yəni döyüşkən və talayan bir barbar kimi, yəni talayan bir dövlət. Ancaq onlar gəmilərlə bəli səyahətə gedir, bəli yürüş elə bil ki necə deyim, o türklər korsan falan deyir. Bax elə bir millət idilər. Camaatın ticarət gəmilərini yolda kəsib belə əllərindən alırdılar bütün nəyi varsa. Yəni onunla dolanan bir millət olublar da, xalq olublar. Yəni orada əkinçiliyə şərait yaranandan sonra onlar artıq o yürüşləri dayandırıblar bir yerdə, yəni məskunlaşıb, yəni başları özlərinə qarışıb da belə demək istəyir. Aha. Yaxşı, sonra bir də Geniş burada miqyaslı yürüşləri, hücumları 9-10-cu əsrlərdir. Geniş Aha, miqyaslı bəli. yürüşlər. Yaxşı, elə 9-11-ci əsrlər dedik ki, bunlarda kimlə davam eləyək biz? Gülnar müəllimə sizdən. Çıxıb girib çıxırsınız, onda elə bir yer dəyişmə olur. Yəni kiminsə növbəsi keçirsə bilin ki, ona görədir. Mən burada sıra ilə eləyirəm. Kimsə girdi, çıxdı, ona görə dəyişdi yenə. Aha. Deməli 9-11-ci əsrləri biz nə dedik? Dedik ki, feodal dağınıqlıq dövrüdür. Qərbi Avropada 9-11-ci əsrlərdə krallar necə idi? Krallar Aha. hersoq qrafın senyoru sayılırdılar. Ha? Dövlətin başında dururdular. Bir də orduya başçılıq eləyirdilər. Tamam, doğrudur. Feodallar isə Feodallar da o kraldan aldıqları mülklərdən istifadə eləyirdilər. Burada müharibə vaxtı kralın yanında olmalıydılar. Onlar da baronların senyoru sayılırdı, səhv eləmirəmsə. Bəli, doğrudur. Hə. Hətta onlar da bölünürdü ki, nəyə bölünürdü? Orta feodal, Baronlar, yox. kiçik Hə, feodal və baronlara bəli. cəngavərlər.
Aha, torpaqların bir hissəsində deyir onlara Kiçik verirdilər. feodallara, Çünki onlarda cəngavərlərə müəllimlər belə verilirdi. bir şey var idi ki, əvvəl deyirdik, mənim yadıma gəlir ki, əvvəlki dərsliklərin içərisində olurdu ki, məsəl üçün, həmən bu feodal nərdivanı var idi. Orada deyirdik ki, Bəli. məsəl üçün, məsələn deyək də, feodal, iri feodal. Məsələn, baron ondan aşağıdadır da, O ona kiçik feodal bəli, idi, o hə. əsgər, məsəl üçün, baron ondan ötürü hərbi xidmətdə olmalı idi. Elə bir şey var idi. Bəli. Hərbi xidmətdə olmalı idi, onun öhdəliyi idi. Məsəl üçün, o feodalın yerinə gedirdi hərbi xidmətdə olurdu və yaxud da ki, onu vergi ilə, nə qədərsə vergi var idi, o vergi ilə ödəməli idi. Həmən o şeyi indi çıxarıblar, amma bilənlər bilir ki, artıq oranı oxuyanda ona tam aydın olur. Bilməyənlər üçün də, yəni dedim, əvvəlki dərsliklərin içərisində olurdu, lap əvvəlki tarix Bəli. dərsliklərin içərisində artıq yoxdur. Ona görə də biz, yəni, soruşmuruq onu. Amma sadəcə, yəni, burada oxuyanda, məsəl üçün, torpaqların verməsi, əvəzində hərbi xidmət keçməsi, bax, belə bir yazılıbdı, uşaqlar bəzən qaranlıq qalır, amma əvvəl daha aydın idi o hissə. Aha, kəndlilər Bəli. necə idi bu dövrdə? Elə feodal dağına ən çox zərər görən də kəndlilər olmuşdu. Onlar üzərinə çoxlu vergi mükəlləfiyyətləri qoyulurdu. Kəndli hər yerdəki Təsəd kəndlidir. Bəli. Bütün Borca dövrlərdə elədir. düşürdülər, Aha, vergilərini ödəyə bilmirdilər, torpaqlarını itirirdilər. Belə olduqda da yenə feodaldan asılı vəziyyətə düşürdülər. Bu da aha, onların daha da təhkimli vəziyyətinə düşməsinə səbəb olurdu. doğrudur. Yaxşı, indi biz kimdəyik demək? Qaliblə davam edək. Qalib, Xlodviklə Böyük Karlın oxşar cəhəti. Bu dövlətin rəsmi genişlətdiriblər və Aha, fondların qanun toplusunun qüvvədə olmuşdu, yəni. doğrudur. Xlodvik yaradıbdı, amma Karlın dövründə də qüvvədə idi, doğrudur. Aha, bəs Otto ilə Karlı necə oxşar götürərsən? Bu Roma papasının çağırışı ilə, yəni Ay, Romaya sağ görə ol. özlərini Bəli, telefon etmişdilər. imperator elan etmələri özlərini, düzdür. Bu papadakı ölürəyə bir adam olsun, onun başına tac qoysun. Aha, sonra bir də İtaliyaya hücumları kimi götürə bilərsən. Hər ikisini İtaliyaya, yəni necə deyim, İtaliyanın ərazisinə gedib öz papanın yanında elə bil ki, özünü yüksəltmək üçün, yəni ora gələn hücumların qarşısını alıblar, İtaliyanın da himayəsini alıblar da bir növ belə deyək. Aha. Yaxşı, Urnayla bayaq müəllimlər dedi, Xlodvikin oxşar cəhəti xristian dinini dövlət dini elan etməsi, düzdürmü? Bəli. Aha. Yaxşı, indi bizə kim desin? Xədicə müəllimə desin. Attila ilə Karlın oxşar cəhətini. Deməli, dövlətin ərazisini hər ikisi genişləndirir işğalçı müharibələr Doğrudur. nəticəsində və Bizansla diplomatik əlaqələr qururlar. Doğrudur. Bizansla diplomatik Sonra əlaqələr. burada Mihraqulu ilə Böyük Karlın oxşar cəhəti var ki, hər ikisi güclü ordu yaradır. Böyük Karl da bildiyimiz kimi orada nəsə süvari ordu yaradır deyəsən. Bəli, doğrudur. Dövlətin ən qüdrətli dövrünü, onların dövründə ən qüdrətli dövrün yaşayır. Doğrudur. Sonra Karl Martellə. Martellə, Aha, bəli. Böyük Karlın oxşarlığı ərəblərlə müharibə aparıblar. Aha. Karl Martel deyir Əməvilər sülaləsi dövründə, Böyük Karl isə Abbasilər sülaləsi dövründə. Güclü ordu yaratmaqda da ərəblərlə götürə bilərsiniz burada. Yəni Karl Marteldə də var idi güclü ordu. Böyük Karlda da, aha, Doğrudur, yəni. vardı. Doğrudur. Aha. Yaxşı, burada Katalan döyüşü ilə Soissons döyüşünün oxşar cəhəti var. Hər ikisi eyni əsrdə baş vermişdi. Aha. Deyir Qalliya vilayətində baş vermişdi. Doğrudur. Katalan Qalliya döyüşü ilə ərazisində baş. Soissons döyüşü. Poitiers döyüşünü də Aha. götürə bilərsiniz. Müəllimlə Qalliya ərazisində baş verib. Poitiers Katalan, 732. Soissons, Poitiers 2. 732-ci ildə. Katalan döyüşü neçənci ildir? Yadımdan çıxdı ili. Katalan döyüşünün. 51. Bəli. 451, Biraz Soissons buna qabaq dedik də Attilanın 486. keçəndə. Hə. Aha. O döyüşlə, Qalliya ərazisində baş vermişdi. Sonra Soissons döyüşü deyir, Katalan döyüşündən fərqli olaraq Soissons döyüşü Qərbi Roma imperiyasının qoşunları ilə deyil, keçmiş Qərbi Roma imperiyasının Buna diqqət canişin etmək qoşunları lazımdır. ilə. Doğrudur. Artıq Roma yox idi da dedik, düzdürmü? Romaya nə zaman, Qərbi Burada Romaya nə zaman son qoyduq? 476-da. 476-da. Aha, ona görə də deyirik ki, keçmiş Roma imperiyasının canişini ilə
Yəni dövlət yox olsa da əhali durub da yerində, düzdürmü? Yəni onu canişinləri idarə eləyirdi. Yəni o həmən o Sonra can Frank krallığı ilə Xəzər xaqanlığına oxşar cəhətini götürsək, deyir 8-ci əsrdə ərəblərin Avropanın içərisinə irəliləməsinin qarşısı alınır da. Aha, doğrudur. Yaxşı, indi Ə, Gülnar müəllimə desin bizə ərəblərlə frankların oxşar cəhəti. Ərəb xilafəti ilə Frank krallığının. Bəli, ərəblərlə frankların oxşar cəhəti. Aha. Nə- Yox, Bizanslı. Yaranmaları nə zaman idi bax? Hansı əsrlərdədir? Frank 5-ci əsrdədir. Ərəb də. Ərəb 630-da Aha. 7-ci əsrdə. Nə götürürük biz bunu tarixdə? Hansı dövr götürürük? Hə, orta əsrlər dövr. Erkən orta əsr, düzdürmü? Erkən orta əsrlər. Erkən bəli. orta əsrdə yaranması, doğrudur. Aha, sonra hər ikisinin ordusu süvaridən təşkil olunub desəm, düzdürmü? Frankda da Doğrudur. Martelin dövründən sonra Bəli, süvari bəli, oldu. var. Aha, Hə, oxşar süvari. götürə bilərik. Sonra İspaniya uğrunda mübarizə aparmaları, düzdürmü? Hər ikisi aparıblar, bəli. Bəli, hər ikisində İspaniya uğrunda mübarizə aparılıbdı. Bizansla mübarizə aparıb hər ikisi. Bəli. Aha, bax belə bu şəkildə. Bir də ki, 9-cu yüzildə parçalanmanı da veribdi. Bu həm ərəb xilafətinə dediyi 9-cu yüzildə parçalanırdı. Hə, parçalama, Aha, bəli. franklar da elə Franklar yerlə 843-də. 843-də Bəli. franklar. Bunlar əslində asandır, belə sadalayanda adam tapmasa da testin içində Hə, seçə orada bilirsən. tapmaq olur. Bəli, seçə bilirsən orada. Aha, Azərbaycan Albaniyası ilə Frankın oxşar cəhəti veriblər. Azərbaycan Albaniyası ilə Roma yox, Roma olmaz. Bizansla, ərəblə diplomatik əlaqə yaratması ola bilər, düzdürmü? Həm ərəblərlə, həm bizanslarla dedik ki, kimin dövründə yaranmışdı bunlar da, franklar da? Böyük Karla. Albaniyada Ay, Cavanşirdir. Orada da Cavanşiri deyirdik də, yəni oxşar cəhət kimi götürə bilərik, doğrudur. Sonra Albaniyada da xristianlıq dövlətliyi olubdu, bunlarda da olubdu. Bəli, Albaniya bu deyəndə nardır. ümumi götürün də. Albaniya deyən kimi ağlımıza sadəcə Cavanşirin dövrünü gətirməyin. Yəni Hamısı eradan bəli, əvvəldən bu bəli. günə, yəni olan Albaniyanı götürün də, yəni Cavanşirdən də sonraya kimi. Aha, belə geniş fikirləşəndə dediyim kimi müəllimlər, indi belə saymaqda çətinlik çəksəz də variantlarda adam doğrunu, səhvi tapa bilir. Bəli. Aha. Belə. Başqa Bizans da vermişdim. Bəli, Bizans Aha. və Türkiyə. Bəli, Bizans imperiyası, bu məşhur Bizans imperiyası kimdən davam eləyək? Kim qaldı soruşmadığım sırada? Nərmin qalıb. Nərmin. Onda elə Nərmin müəllimə ilə başlayaq, elə ardıcıllıqda gedərik. Nərmin müəllimə, Bizans imperiyası ümumiyyətlə 2 hissəyə parçalandı. Neçənci ildə? 395-ci Qədim Roma. ildə 2 hissəyə bölünür. Qərbi Aha. və Şərqi Roma olmaqla. Şərqi Romada elə Bizans adlandırılır və Bizans dövləti yaranır 395-ci ildən 1453-cü ilə qədər ən uzun ömürlü dövlət sayılır. Ümumiyyətcə Bizansda, yəni Bizans 3 qitədə yerləşir. Asiya, Afrika və Avropada. Yəni xalqların böyük köçündə ərazilərinin çoxunu itirirlər, amma yenə də öz varlıqlarını qoruyub saxlayırlar. Burada əhalinin çoxu Yunanlılar idi. Ona görə dövlət dili də Yunan dili olmuşdu. Böyük İpək yolu, yəni ticarət yolları buradan keçirdi. Ən böyük şəhər Konstantinopol idi. Qızıl körpü adlandırılırdı. Həmçinin burada Aralıq dənizindən Qara dənizə keçən ticarət yolları da burada kəsişirdi Bizansda. Əlverişli coğrafi mövqedə yerləşirdi. Ona görə ticarət inkişaf eləyirdi. Ticarət inkişaf elədiyinə görə də erkən orta əsrlərdə zərgərlikdir, silahdır, şüşədir, yəni digər sümük işləmə kimi, yəni müxtəlif yerlərinə, yəni ki, şöhrət qazanmışdı. Burada qızıl pul var idi. Afrika, Avropa və Asiya ölkələrindən istifadə olunurdu. Digər bir inkişaf isə, yəni şəhərlərin inkişafı var idi. Burada ticarət və sənətkarlıq əsas rol oynayırdı. 1000-dən çox şəhəri var idi Bizansın. Ona görə şəhərlər ölkəsi adlandırılırdı. Ən güclü ərazisi də elə şərq əyalətləri olmuşdu. Ona görə də yəni Konstantinopol tutulan kimi də elə yəni varlığına son qoyulurdu. Yəni uzun müddət qala bilmir. Aha. Daha Biz buna sonra həm şəhərlər ölkəsi deyirik, düzdürmü? Yəni dedik ki, Bəli. şəhər ümumiyyətlə
ticarətin də ən qaynar yeri idi. Xəritədə baxsanız, həm qurunu, həm suyu birləşdirir. Yəni Konstantinopol elə bir yerdədir ki, o dövrdə, yəni əhalinin əsas qazanc mənbəyi, ticarət idi. Başa düşdünüz? Yəni ticarət. Müasir İstanbulda. Bəli, müasir Müasir İstanbul, İstanbulda doğrudur. mənim. Yəni o boğazlar həm qurunu, həm suyu birləşdirən bir ərazidədir. İstər qurudan gedən ticarət yolu onların əlindən gəlib keçirdi, istər su ilə, gəmilərlə gedən ticarət. O da o deməkdir ki, yəni o gömrük elə bilin də indiki gömrük. Yəni oradan keçən gəmidən də rüsum alırdılar. O rüsumla da elə onlar heç bir iş görməsələr, elə o rüsum onlara bəs idi dolanmaqları üçün. Yəni ona görə də şəhərlər ölkəsi varlı idilər da bir növlə bu şəkildə. Ona görə də güclü idilər, xəzinəsi var idi. Xəzinə varsa ordu var deməkdir. Yəni ona görə güclü idi bu dövrdə. Ta ki, sonralar zəifləyəcək, səlib yürüşləri olsun istər. Sonra da bilirsiniz də, yəni Konstantinopolun fəthi ilə də son qoyulacaq. Yaxşı. İndi idarəetmə sistemini bizə Xədicə müəllimə desin. Bizans imperiyasında necə idarə etmək olar idi? Aha, qeyri-məhdud hakimiyyətə malik imperator idarə edirdi. Aha. Qanun verirdi, ali hakim rolunda rol oynayırdı. Sonra həm də orduya rəhbərlik edirdi. Eyni zamanda kilsənin başçısı da sayılırdı. Burada xristian dini yeganə din idi. Doğrudur. Sonra xarici dövlətlərlə əlaqə qururdu. Sonra burada Qotların, Slavyan, digər tayfalarla müttəfiqlik mövqeyində deməli çıxış edirdi dövlət idarə etmə sistemində. Doğrudur. Sonra burada Bizansın qızıl əsri Aha, dövrü. bəli, qızıl əsr. Justinianın dövrü. Elə bir dənə Justinianın hökmdarların adını veriblər, sağ olsunlar. İşimizi asanlaşdırıblar hamısını. Aha, onu da 527-565-ci ildə. Bəli, 560. Bu qızıl dövr Aha, adlanır. bir dənə Justinianı veriblər. Aha. 527-565-ci Onun illər. dövründə bir dənə məbəd dövrü. var. Onun dövründə qızıl əsr. Aha. Müqəddəs Sofiya Bəli, məbədi hansı ki indi tikilir. o nə vaxtsa İstanbula getsəniz, gedib gözlərinizlə görə bilərsiniz, amma çox belə. Getmişəm müəllimə. Aa, nə Ayasofya. gözəl. Hə, nə Getmişəm gözəl. şimdi. Bəli, Hə, Ayasofya. getmişəm. Lap yaxşı. Bəli, getmişəm. Aha. Yəni gözlərinizlə Onu görünür. amma sonra səlib yürüşləri vaxtı dağıdırlar da. Aha. Sonra Qarət oranı edib dağıdırlar səlib yürüşünü. bəli, o Aha, Osmanlı İstanbul dövründən sonra ora 1453-cü ildə təzədən Mehmet fəth edəndən sonra ora məscidə çevrilir də. Hazırda hazırda da Türkiyənin elədir. ən böyük Ərdoğanın da məscidlərindən biri. dövründə məscid kimi fəaliyyət göstəribdi. Yəni Mehmetlə Ərdoğanı da belə oxşar götürə bilərik. Namaz qılıb orada. Yəni artıq indi o da məscid kimi fəaliyyət göstərir. Ayasofya məbədi. Aha, Elə biz bəli. ora çatan kimi azan oxundu, biz keçdik içəri, namaz qıldıq. Çox qəşəng oldu. 2023-də getmişdim mart ayında. Nə gözəl Hə, müəllimə. maraqlıdır, qəşəng. Hə. Hmm. Sağ ol. Girişdə amma ödənişi baha Aha. deyil ki. Necədir? Turistlərin girişi. Ödəniş falan eləmədik. Yox, ödəniş falan eləmədik. Heç Aa, bir indi rahat. mənim orada podruqam var. O deyir ki, girişi məsəl üçün nə qədərdirsə. Turistlərə yerli əhali. Ayasofya məbədi gedir də, düzdür? Bəli, Yox, bəli, ödəniş Ayasofya. falan eləmədik. Rahatlıqla keçdik türklərlə Hə, bəlkə bərabər burdan içəri. elə idi. İndi amma deyir ki, məsəl üçün turistsənsə filan qədər, yerli əhalisənsə elə bu filan qədər də, yəni fərq var. Turist daha 2 qatını ödəyir belə. Nəsə, belə. Demək Justinian məcəlləsi də var burada. Qanunlar toplusudur bu da. Yəni bunu da oxşar götürəcəyik franklarda kimlə? Xlodviklə, düzdürmü? Xlodvik. Bəli, burada da yəni qanunlar toplusunu tərtib etməsi ilə. Aha, yaxşı. Sonra burada ki, bütün xristian təbələrlə bərabər hüquqlu idilər. Bəli, bərabərlik verirdilər hər kəsə, doğrudur. Hər kəs bərabər hüquqlu idi. Doğrudur. Hətta biz onda Yəni deyirik ki, hər Justinian kəs dövründə ali sosial-etnik məhkəməyə verə mənşədən bilərdi. asılı olmayaraq. Bəli, əvvəl dedik ali məhkəməyə müraciət eləyə bilərdi. Yəni istər kəndli olsun, istər nə bilim zadəgan rütbə olsun, fərqi yoxdur da. Bu o demək idi. Aha. Biz onu İngiltərədə deyirdik də, birbaşa kralın Bəli, məhkəməsinə bəli, müraciət bəli. Ay, sağ ol. deyirdik. Aha. Demək, burada Justinianın xarici siyasəti var. Bunu da bizə desin Gülnar müəllimə. Hansı ərazilərə hücumlar oldu? Bəli, Justinian istəyirdi ki, əsas məqsəd o idi ki, Qərbi Roma imperiyasının sərhədlərini yenidən bərpa etməyə çalışırdı.
Şimali Afrikadakı Vandal krallığını işğal etmişdi. Daha sonra İtaliyada Oskot, İspaniyanın cənub-şərq ərazilərini ələ keçirmişdi. Aha, İspaniyanın və Eee, İtaliyaya hücumu kimi götürərik oxşar. Bayaq keçdiyin. böyük Bəli, Karl'la. böyük Karl. Sadəcə o İtaliyanın elə bil ki, şimal hissəsi idi. Bu amma Bəli. Oskot krallığını tamamilə tutur. Aha. Sonra Sonra burada Sasani 533-cü ildə imzalanmış Bizans-Sasani müqaviləsi ilə Şərqdə Bizansın ən təhlükəli rəqibi olan Sasanilərlə müharibəyə son demək qoymuşdu. ki, Sasanilərlə də mübarizə aparmaları var, düzdürmü? Justinanın Bəli. dövründə. Aha. Sonra Sonra burada kimlərin burada ərazisində məskunlaşmasına icazə verildi? Slavyan türk tayfalarının ərazisində məskunlaşması üçün icazə vermişdi. Bura Aha. güzəştə getmişdi. Bəli, bax bu Bunlar Slavyanların burada burada məskunlaşması ilə də deyirik ki, Bizansda quldarlıqdan bəli, feodalizmə doğrudur. keçid Quldarlığın sürətlənir. feodalizmə keçməsi, bu da yeni kitablarda verilir bu məlumat. Bəli, Slavyanların deyir məskunlaşmasına artıq icazə veririk Slavyan və türklərin. Hansı ki, bu Slavyanların deyir burada məskunlaşması, burada artıq quldarlığı bitirir, feodalizmi başladır. Elə bir bəli. şey var. Aha. Orada belə Sonra. bir cümlə də vardı, köhnə kitablarda üzr istəyirəm. Deyirdi ki, xalqların köçü bununla da Bizans Bəli, şəraitində əvvəl deyirdik, məskunlaşması ilə doğrudur. başa Aynen. çatır. Hə. Doğrudur. İndi amma Hı. daha qəşəng aydın veribdi. Yəni artıq dərk eləmək olur. Doğrudur. Bəli. Deməli olar ki, Justinian hakimiyyətinin sonunda imperiyanın ərazisi 2 dəfə artdı, ancaq yəni işğal etdiyi ərazidə hakimiyyət o qədər də möhkəm deyildi də. O öldükdən sonra nə oldu? Bəli, zəifləməyə başladı ölkə. Bəli. Haranı itirdi? İtaliya və İspaniyadakı torpaqlarını itirdi, düzdürmü? Hansı Bəli, ki bəli. tutmuşdu? Aha. Sonra 7-ci Ərəblər. əsr ərəblərin hücumu nəticəsində Afrika, Asiyadakı ərazilərin çoxunu itirdi. Düz Doğrudur. tərəflərini isə və Konstantinopolda mühasirəyə aldılar, Konstantinopolu tuta bilmədilər. Hı -hı. Bizansla da yalnız Kiçik Asiyadakı, Balkan yarımadasının cənubunda, bir də İtaliyadakı bəzi əraziləri saxlamışdı. Amma Sonra 5-ci burada ildə yenidən onların şansı onların üzünə gülür. 10-cu əsrdə Abbas xilafəti dağılır, Bulqar dövləti də zəifləyir. Bundan sonra yuxarı Mesopotamiyadır, Suriyadır, Kiprdir, Kritdir. Bu ərazilər yenidən öz ərazisinə qata bilir Bizans. Aha, doğrudur. Amma yenə də feodal Bəli. müharibələri 11-ci Müharibələri, yüzillikdə. sonra ardıca 1071 Malazgirt döyüşü baş Malazgirt verir. döyüşü, Burada bəli, Kiçik 11-ci Asiyadakı yüzillik qüvvələri onlar itirir. üçün uğurlu deyildi. Sadəcə 10-cu Bəli. yüzillik yaxşı olur. 11-də Sonra yenidən səlib yürüşləri baş verir. Aha, 1204-də 4-cü səlib yürüşündə Papa Innokenti gəlib buranı tutur. 61-ə doğrudur. qədər müstəqilliyini itirir. 1453-də də Osmanlı tamamilə gəlib buranı fəth eləyib son qoyur Bəli, bax varlığına Bizans. Konstantinopolun tutulması 1204-dən 1453-ü oxşar götürə bilərsiniz. Oxşar Amma da sadəcə götürə orada bilərik. Bəli, dövlətə də son qoyacaqdı, fərqi odur. bəli. Aha, yaxşı. Sasani və Bizansın oxşar cəhəti nə ola bilər? Ərəbə qarşı mübarizə aparmalar ola bilər. Aha, Daha sonra bayaqdan yox, deyirik ya, Albaniya ilə, Albaniya hə, ilə, bəli, Albaniya ilə diplomatik əlaqələr doğrudur. saxlamışdılar. Yaxşı, Eldəniz, sən qədim Roma ilə Bizansın oxşar cəhətində. Konstantinopol şəhər paytaxtı Ay, olub. sağ ol, Bu doğrudur. səhv eləmirəmsə barbar tayfaların hücumlarına məruz qalıblar. Bir Doğrudur. də Cənubi Qafqazda Hücumları. işğallar həyata keçirilib. Doğrudur. Hə, Bəli, işğallar, bəli. Azərbaycana bəli yürüşləri olub dəriksin. Aha. Yaxşı, indi bizə sən de Axunla Bizansın oxşarını. Göytüklərin hücumuna məruz qalıblar. Hı -hı. Sasanlarla nə mübarizə aparıblar. Aha, doğrudur. Yaxşı, Bəli. Ərəb xilafəti ilə bəs Bizansın bayaq demişdik onsuz ərəblərin içərisində. Bəli, bəli, klassik feodalizm dövründə süqut ediblər. Səlcuq Aha. dövlətinə yəni hücumuna məruz qalıblar. Sasani ilə uğurlu müharibələr aparıblar. Hı Bir də -hı. Şimali Afrika və Cənubi Qafqazda yəni işğallar yəni həyata keçiriblər. Aha, doğrudur. İndi Nərmin müəllimə, siz Bizansla Frankın oxşar cəhətində deyin. Bəli, müəllimə. Deməli, hər ikisi keçmiş Roma imperiyası ərazisində yaranmışdı. İtaliyanı özlərinə tabe eləmişdilər. Yəni türk tayfaları ilə vuruşmuşdular. Yəni xristian dininə sitayiş var idi əhalidə. Bir də latın dilindən istifadə olunmuşdu. Hı -hı, doğrudur. Yaxşı, Xədicə müəllimə, siz Klodvikdən Justinanın oxşar cəhətini deyin. Kimin? Hə, bir dəqiqə. Klodvik və Kimlərlə? Justin. Justin. Hı. Aha, Qanun məcəlləsi hər ikisində var idi. Qəbul Bəli, etmişdilər. doğrudur. Orada müharibələr, işğalçı müharibələr, doğrudur. Hər Yaxşı, ikisi işğalçı Justinianla müharibələr. Böyük Karlı desək.
Aha, dövlətin qüdrətini artırmışdılar dövrlərində. İtaliya ilə uğurlu müharibələr Aha, doğrudur. aparmışdılar. Yaxşı. Bizim bu Sonra Ağsuvar Ağsuvarla xandan, Justinian. bəli. Aha, Ağsuvar haranın xanı idi? Axunların, hə. Axund, bəli. Sasanilərlə mübarizə aparmışdılar. Dövlətin ərazisini hər ikisi genişləndirmişdi. Doğrudur. Bax, Justinianla Qalliyaya Ağsuvar. hücum kimlərdən oxşar götürə bilərik? Necə? Xlodviklə. Qalliyaya hücum başqa kimləri oxşar götürə bilərik? Qalliyə hücum. Aha. Xlodvik, sonra Ərəbləri. Attillanın da var, düzdürmü? Hə, Qatalan Attillanın döyüşü da var. harda götürdük biz? Elə Qalliyada. Qalliyə, Fransa Aha, ərazisində doğrudur. götürürük. Sonra Ay, Yuli sağ ol. Sezarın deyirdik, Yuli Sezar, Qalliyada. hə, qədim Ay, Romada, sağ hə, ol. Aha, Qalliyanı. oranı tutmuşdu deyirdik tamamilə. Sonra Hı. püşk atıldı deyərək gəlirik. Bax, o dövrləri Bəli, yadınızdasanmı bəli, orada hə. var idi. Aha, sonra Balamirlə Justinianın oxşar cəhəti nə ola bilər? Balamirlə Justinianın onların Skotları məğlub etməsi olar. İkisi də Oskotlar, bəli, Skotları məğlub. doğrudur, Oskotlar. Hı-hı. Bir də ki, məsəl üçün Balamirlə Şavuru desəm, Şahrux. Olamır. Hə, Xəzərlərlə. Ay, yox, yox, səhv dedim. Əbulasvar Xəzərlə. Şavur, Xəzərlərlə Əbulasvar Fəzl ibn Məhəmməd idi. Hə, Alanlarla, Slavyanlarla bəli, mübarizə. alanlarla mübarizəsi, doğrudur. Alanlar və Aha, Slavyanlarla, hə. mən hətta bura birinci Mənçöhrü də aid eləyə bilərik. Doğrudur. Aha. Hə, edə bilərik, bəli. Yaxşı, bir də bizim müasir dövrdən Türkiyəmiz var, düzdürmü? Türkiyəni vermişdik. Bəli, müəllimə. Aha, yaxşı. Onu da harda? Aha, Eldənizə Müasir deyəsən dövrdən sərf Türkiyə. eləmədim. Hə, Bəli, Versal Vaşinqtondan sonra Türkiyəyə gəlirik. O mövzunu. hə, 345. Mudruş müqaviləsindən sonrakı dövr. Aha. Yaxşı. Deyirəm Eldənizə deyəsən sərf eləmədim. Hə, çıxdı. Türkiyənin adını eşidən kimi çıxdı. Yaxşı. Deməli, bax, Birinci Dünya müharibəsi bitdi, düzdürmü? Türkiyə necə bir dövlət idi? Yəni necə çıxdı müharibədən? Qalib yoxsa məğlub? Məğlub dövlət. Təbii ki, Məğlub idi, məğlub düzdürmü? dövlət Ay, sağ ol. kimi çıxdı. Doğrudur. Yəni məğlub dövlət. İmperiyası dağıldı. Doğrudur. İndi onun nəticələrini bir-bir deyək. Elə Xədicə müəllimə özü desin. Hə, 1918-ci ilin oktyabrında Mudros sülhünə görə Osmanlı Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı. Yəni məğlub kimi Doğrudur. çıxmışdı. Sonra Sultan hökuməti Antanta dövlətlərinə qarşı təslim olduğunu bildirdi. Hı-hı. Yalnız indiki Türkiyə ərazisi Sultan hakimiyyəti altında qalmaq iqtidarındaydı. Yəni Osmanlı Sonra, o geniş hı-hı. ərazilərini itirmişdi də, düzdür, bölünəcəkdi də hətta. İtirmişdi. Aha. Doğrudur. İmperiya dağıldı. Təbii ki, iqtisadiyyatına ziyan Aha. vuruldu. O gənc Sonra türklərdəki Türk neynədir? xalqı Qaçdılar. Gənc Türklər partiyası var idi, Aha, yadınızdadır. onlar da xaricə qaçdılar. Bəli, Fransaya doğrudur. falan, Avropaya qaçdılar. Aha. Necə Sonra bölünmüşdü bu da deyir Türk əraziləri? xalqının milli faciəsi. Hə, ərazisi İngilis Aha. qoşunlarına, məsələn, ingilislərə düşmüşdü Mosul, İskəndərun. Doğrudur. Sonra Yunan qoşunlarına İzmir düşür. İtalyan Aha. qoşunlarına da Antalya və onun ətraf əraziləri düşür. Aha, doğrudur. Burada da Osmanlı sultanı İstanbul 6-cı bəs, Mehmet İstanbul necə idi? Vahidəddin idi. 18-dən 22-yə qədər. Hı. İstanbulun bəs Mustafa Kemal taleyi Paşa necə idi gəldi. müəllimə? İstanbulun. İstanbul O da şəhəri. yenə İşğal İstanbul idarəsi kimi orada, yəni işğal işğal hamı, idarəsinə, hə. yəni o nə Osmanlıya aid idi, nə də elə o necə deyim? O İşğal zonası kimi bəli, gedir işğal də, zonası idi. yəni Bəli, orada elə Avropa dövlətləri. Doğrudur. Hə. Sonra isə səs verməklə elə bir keçəcəkdi güya. O plan o şəkildə idi. Əslində elə Konstantinopolda onlar geri qaytarmaq istəyirlər. Günü bu gün də yəni barışa bilmirlər ki, Konstantinopol Hə, sonradan hazırlanan o Yunan layihəsi falan mövzuları vardı. Aha. Əslində o İstanbulun geri qaytarılması idi, fikri idi, amma hamısı iflasa Aha. uğradı. Yaxşı. Azadlıq hərəkatı neçənci əsrlər illərə əhatə edir Gülnar müəllimə Türkiyədə?
Türkiyə deməyək də, hələ Türkiyə deyil. Aha. 1919-23-cü illəri əhatə eləyir. Aha. Deməli, 1919-un mayında bu Yunanlılar İzmirə qoşun çıxarmaq qərarına gəlirlər. Bunu da Mustafa Kemal bilib ona qarşı mübarizəyə başlayır. İlk olaraq 1919-un elə mayında hüquqların müdafiəsi haqqında bir cəmiyyət yaradılır. Bu cəmiyyətdə 1919-un yayında deyir ki, Böyük Milli Ümumtürk Konqresi bu konqresə deyilir ki, Türkiyə sərhədlərindəki yəni insanları azadlıq mübarizəsinə çağırır. Sonra ardıca Sivas konqresi keçirilir. Sivas konqresində də müəyyən müddətə müvəqqəti hökumət rolunu oynayan nümayəndələr komitəsi seçilir. Baxın, Sivas konqresi 1919 sentyabr. Sivas, sentyabr. Elə yadda saxlayın. Aha. Bəli, bu nümayəndələr komitəsi seçilir. Sonra 19-un sonlarında bu nümayəndələr komitəsi artıq Osmanlı Deputatlar Məclisini çağırmağa məcbur olur. Sonra 1920-nin yanvarında da İstanbulda milli ant qəbul edilir. Burada da nə idi deyilir ki, o Mudros barışığı bağlandığı vaxtdan Türkiyənin malik olduğu sərhədlər daxilində artıq ərazi bütövlüyü elan edilir. Sonra başqa burada Yaxşı. İndi bizə Nərmin müəllimə Sevr müqaviləsini danışsın. Neçənci ildə idi? Bəli, müəllimə. Deməli, Sevr müqaviləsi 1920-ci ilin avqustunda imzalanmışdı. İngiltərə, Fransa, İtaliya, Yunanistan Türkiyə ərazisini bölüşdürür. Hətta burada bir maddə olur ki, Şimal-Şərq erməni dövlətinə keçməli idi. Cənub-Şərqdə ingilislərin protektorluğu altında Kürd dövləti yaradılmalı idi və Osmanlının, yəni ki, o belə deyək də varlığına faktiki olaraq dayandırmış olur da, müstəqil bir dövlət kimi varlığını dayandırmış olur. Və Sevr müqaviləsi imzalanandan sonra Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini tanımaqdan imtina eləyir, Sultan hökumətini qanundan kənar elan eləyir və Antantaya qarşı mübarizə aparmağa başlayır və bu vaxtı Sovet Rusiyası ilə yaxınlaşır. İsmət Paşanın başçılığı ilə güclü nizami Türk ordusu yaradılır və 1921-in yanvarında İnönü döyüşü baş verir. İsmət Paşa Yunanlılara qalib gəlir və bu da Türkiyə Milli Azadlıq Hərəkatında bir dönüş nöqtəsi kimi qeyd olunur. Həmçinin bu döyüşdən sonra da İsmət Paşaya İnönü ləqəbi verilmişdi. Hətta yeni kitablarda səhv eləmirəmsə 1920-nin dekabrında bir Gümrü müqaviləsi var. Ermənilərin Bu təslim bizim olmağı Azərbaycan haqqında. tarixində verirdik əvvəl. Yadınızdadır, sadəcə Azərbaycan tarixində Gümrü müqaviləsini keçirdik biz. Bəli. Amma indi ümumi tarixdə də Türkiyənin içərisində bəli 1920-ci ilin Gümrü dekabrında müqaviləsini biz verirlər. nə deyirdik? Deyirdik ki, o Gümrü müqaviləsinin şərtlərində nə deyirdik Azərbaycan tarixindən? Əslində mənim görməmişəm axı mən Gümrü müqaviləsini. görməmişəm orada. Yəni siz indi dediniz, indi bilirəm. Mən o Bir dənə Gümrü Gümrü müqaviləsini döyüşünü xatırlamıram. bilirəm. Gümrü müqaviləsi var idi. Yox, bilirsiz hansı dərsini tam olaraq xatırlamıram. Yox, olmalıdır. Gümrü müqaviləsini əvvəl deyirdik ki, Gümrü müqaviləsindən sonra elə bil ki, Türkiyə Azərbaycanını müdafiə etmə elə bil ki, o şeyindən çıxır. Bilirsiz, Qacarların falan içərisində idi, səhv eləmirəmsə o. Mən orada Osmanlı ilə Rusiya arasında Gümrü Gümrü döyüşü döyüşünü var. bilmirəm. Gümrü Gümrü döyüşü var. müqaviləsini bilmirəm. Hə, Gümrü düzdür. döyüşü O var. mən Moskva qarışdırdım müqaviləsi bəlkə də. var. Hə, döyüş idi. Düzdür. Yaxşı, Gümrü 1920 döyüşü var. Bəli. 1920-ci ildə bəli bu Gümrü müqaviləsinə görə dekabrında artıq nə deyirik bu müqavilənin şərtində? Ermənilər yəni ki, təslim olmalı idilər. Aha. Deyir ki, ermənilər Türkiyədə olan ərazi hal-hazırda bu yaxına qədər onlar ərazi iddiası eləyirdilər də. Sonra onları ərazi iddiasından əgər bilmək istəyirsinizsə ki, kim vaz keçirdi? Ruslar vaz keçirdi. Onların əslində Azərbaycanı deyil, Türkiyədəki ərazini istəyirdilər ən əsası. Amma bu Osmanlı ilə Rusiya arasında, yəni anlaşmalardan sonra Rusiya Azərbaycanın yəni torpaqlarından pay verərək ermənini öz tərəfinə çəkdi və artıq erməni də başa düşdü ki, Osmanlıdan ala bilməyən torpağı Azərbaycandan alma fürsəti var. Və beləliklə ömürlük deyərdim ki, yəni bizim başımıza bir bəla saldı Rusiya onları. Aha, yaxşı. Həmçinin Bir də burada müəllimlər yeni salınan məlumata görə Sakarya döyüşü Sakarya var. döyüşü. Bəli, Bəli. 1921-də Sakarya döyüşü Bəli. olur. Bu döyüşdə də yəni ki, Yunanlar türklər məğlub olur. Yunanları məğlub eləyirlər.
Aha. Daha Bax sonra bu əks döyüşdən, Sakarya döyüşündən sonra türklər buna Sakarya Fıratı nə bilim belə də baxsanız məsələn türk kanallarında falan o gündə televizorun qırağında Sakarya döyüşü ilə belə bir şeylər yazılır. Həmin o döyüşdə, Sakarya döyüşündə Mustafa Kemal Qazi adını alıbdı. Yəni Qazi Mustafa Kemal Paşa deyirlər. Bax o Qazi sözünü o döyüşdən alıbdı. Aha. Sonra Daha sonra elə Yunanlılar bu yəni ki, Ankaraya yaxınlaşmanı dayandırırlar və Anadolunu tərk eləyirlər. Antanta qüvvələri, yəni məğlub olur. 22-nin oktyabrın 11-də Türkiyə ilə Mudanya barışığı imzalanır və Mustafa Kemal və onun tərəfdarlarının mövqeyi möhkəmləndirilir. 1922-nin noyabrın 1-də Türkiyə Böyük Millət Məclisi Sultan hakimiyyətini ləğv eləyir. 23 iyulun 24-də Lazanna konfransında Aha, sülh müqaviləsi yaxşı. Bu indi imzalanır. Lazanna konfransını Xədicə müəllimə desin bizə. Bəli. Bu konfranslar düşür ha. Mən hər il görürəm həm abituriyent, ən çox abituriyentlərə düşür. Bəli, müəllimə, Hər il xəritə bunlar formasında düşür. düşür. Yəni bəli, Keçən hər ildə il də düşmüşdü. burada Mən bu mütləq sual var. Sakaryanı üzr istəyirəm. Bax mən kitabı keçən il almışam, amma burada Sakarya döyüşü falan tapa bilmirəm. Hə, Mən 1900 görmürəm burada istəyirsiniz qeyd eləyin kitabın bir Bu yanına. ilki 1900 kitablardadır. bəli, bu 1921-ci il ilin 25-də nəşr olunandadır. 25-də Hə, olub keçən il bəli, 24-də. bəli, yoxdur. 24, Keçən il 25 yoxdur. Mən bəli, bax keçən o. il almışam. Keçən martında falan almışam. Bilirsiniz Baxıram ay müəllimə, Allah, bu da 9-cu Sakarya. sinif dəyişdi. 9-cu sinif tamamilə Hə, dəyişibdi. Yəni orada hə, ona o bir ildə baxıram. Ay Allah, bütünlüklə Sakarya dəyişib. döyüşü Yəni hara siz yazılıb? kitabın bir yerinə qeyd eləyin 1921-ci ilin yanvarında. Sadəcə bir söz, 21-ci il. bəli, bir sözlə keçibdi ki, burada Sakarya döyüşü var və Hə. Mustafa Kemal orada qazi rütbəsi alıbdı. Yəni ayrı bir söz Qazi, keçmir. aha, onu gəl yazam. Aha, Hə, hazırda ruçkam yoxdur. Aha, deməli Lozanna müqaviləsinin şərtlərinə görə Türkiyədə müttəfiqlərin işğal rejimini ləğv edilir. hı. Yəni o bayaq dediyimiz müttəfiqlər ki, ərazini bölmüşdülər, o ləğv edilir. Aha, Mudros və Sever müqavilələrinin şərtləri də burada ləğv edilir, bəli, Sevr tanınmır. müqaviləsi artıq Aha. qüvvədən düşür. Doğrudur. Aha, deməli beynəlxalq aləmdə Türkiyənin müstəqilliyi və sərhədləri tanınır konfransın şərtinə Bu görə. olub Boğazlarda nəzarət Streza sülhü ilə, düzdürmü? Avstriyadakı, orada da onun ərazi Bəli, bütövlüyü 33-cü tanınmışdı. Aha, tanınırdı, hə. Sonra deyir, boğazlara nəzarət Türkiyə tərəfindən həyata keçirilir. Ticarət gəmilərinin sərbəst hərəkətinə təminat verilir. Hərbi gəmilərin keçidi isə məhdudlaşdırılır. Doğru. Konfransın şərtinə görə. Aha, 23 oktyabrında Türkiyə Respublika elan edilir 29-unda. Mustafa Kemal da 23-dən 38-ə qədər prezident olur. Aha, doğru. Ümumiyyətlə burada kim deyək? Gülnar müəllimə. Bəli. Mustafa Kemal Paşanın uğurlu islahatları var ki, Bəli. o öz nəticəsini də elə onun sağlığında da verəcək, görünəcək də yəni. Aha. Bəli. Deməli nə islahatları idi bunlar? Hansı sahələrdə idi? Deməli, hansı sahələrdə idi? Ümumi belə əsas islahatın əsas prinsipləri o idi ki, millətçilik idi, xalqçılıq, inqilabçılıq, dünyəviçilik, Etatizm deyirik də, düzdürmü? Aha. bəli, etatizm siyasəti həyata keçirir. Qadınla kişilərə bərabər hüquqlar vermişdi. Kəndlərə torpaq sahələri paylamışdı. Sonra Mərkəzi Bank yaradılmışdı. Daha sonra Bu şeyləri biz 1918-ci ildə öz AXC-mizdə belə qürur hissi ilə deyirik ki, yəni düzdür, bəzilərinin həyata keçirə bilməsə də, amma onun da ideyaları bunu idi. Yəni demokratik bir dövlət qurub həmin şeyləri həyata keçirmək idi Rəsulzadənin və onun silahdaşlarının. Yəni şərqdə ilk cümhuriyyəti qurmaq, qadınlara seçki hüququ vermək, hüquq düzdürmü? vermək, bəli, Bəli. hamısı. Aha. Yaxşı, Daha deməli sonra bu islahatda. Aha. Bəli. Bəli, buyurun. 23 oktyabrında paytaxtı İstanbuldan Ankaraya köçürmüşdü. 1924-ün aprelin 20-sində ilk konstitusiyası qəbul edilmişdi. Sonra Şəriət Vəqf Nazirliyi, səhv eləmirəmsə bunlar ləğv edilmişdi. Və bu Bir də konstitusiyada mülki və 1924-cü cinayət məcəllələri də qəbul edildi. Həm Bəli. qadın kişi bərabərliyi var, həm də mülki və cinayət mülki cinayət məcəllələri. məcəllələri. Sonra 1924-cü ildə xilafət də ləğv edilmişdi. Doğrudur. Sonra burada Avropa Xilafət təqvimində nə zamandan var idi onlarda? 1517-dən var idi məncə. Bəli, Səlimin Səlimin dövründə. dövründən. Doğrudur. Aha. Bəli. 1900 sonra bir də 1934-cü soyad aktda qanun qəbul etmişdi. Atatürklə Doğrudur. qəbul Bax edilmişdi ona. bundan sonra biz Atatürk deyə bilirik. Düzdürmü? Bəli.
bura qədər biz Hı. hələ ona Atatürk deyə bilmirik. Yəni bu soyad haqqında qanundan sonra o öz adını yəni 34-cü ilə qədər mən Atatürk desəm, testlərdə də Atatürk'ü seçsəm səhvdir. 34-cü ildən o soyad adını qanunu verəndən sonra Atatürk ləqəbini də özü götürür və Bəli, ondan sonra götürə bilərəm mən onu Atatürk olaraq. Doğrudur. Sonra bəli. Sonra xarici siyasət var. Xarici siyasətində də Türkiyə 1932-ci ildə Millətlər Cəmiyyətinin üzvü olmuşdu. Hı Ən hı. uğurlu addımlarından biri də 1936-da Montre konfransı çağırılmışdı. Hı Bu hı. konfrans Qaradənizdə boğazlara dair beynəlxalq bir konfrans idi. Çağırmaqda məqsəd də o idi ki, həm ərazisinin təhlükəsizliyini təmin etmək istirdi, həm də bu nə idi 23-cü ildə imzalanmış Lozanna konvensiyasına yenidən baxmaqdan ötürü çağırmışdılar. Və burada Türkiyə boğazlarda üstünlük əldə edir və bu Qaradənizə çıxışı olmayan dövlətlərin heç biri həmin boğazlarda hərbi gəmilərin üzməsi qadağan edilmişdi. Bəli, bax bu Eee, Ukrayna-Rusiya müharibəsində demək, Rusiya diktə elədi ki, sən boğazları Ukrayna üçün bağla. Çünki qərbdən ora silah gəlirdi, həmin o boğazdan keçirdi Ukrayna ərazisinə. Aha. Və hə, Rusiya oradan nota göndərdi ki, Türkiyəyə o O boğazları bağla. Türkiyə bağladı, onu da Yox, bağladı Türkiyə. bağlamadı. O da Montre Bağladı, Türkiyə Rusiyanın konfransını sözünü eşitdi, yox, bağlamadı. bağlamadı. Oradan silahlar keçir. Hı. İndi səhv eləmirəmsə hələ də gedir. Yəni o Montre konfransını sərdi belə gözlər önünə ki, yəni bizim Montre konfransımız var ki, oradan nəyin gəlib, nəyin keçəcəyinə sadəcə Türkiyə, boğazlarda olan dövlətlər qərar verə bilər. qərar Hə. verə bilər. Aha. Hə, Hə. yəni o konfransın 36-da olan o konfransın şərtləri hələ də Bəli, qüvvədədir də. hələ də Yəni deyir ki, biz qüvvədədir. özümüz ixtiyarımız var ki, qərar verək ki, yəni bağlayırıq ya açıq qoyuruq Bəli, doğrudur. Bax, boğazları. bəli, yəni Ya hələ o hərbiyə, 36-cı ya ildə onda ticarətə. bəli, 36-cı ildə verilən o qərarlar bu gün də yəni o türklərin necə deyim, imdadına çatır. Amma biz məsəl üçün Xəzər üçün hələ bir elə bir qərar çıxarmamışıq. Xəzər dövlətləri hər il toplanırlar, amma elə bir qərar yoxdur da Amma məsəl üçün. məsələn bizim Moskva müqaviləmiz var, 23-cü ildə ərazi iddiaları Aha, müqaviləmiz. Hələ də bəli, o bu il 23-də 100 illik oldu. O hələ də öz qüvvəsini saxlayırdı. bəli, Yəni 100 il müddətində. bəli, doğrudur. Yəni onu demək istəyirəm ki, yəni o bağlanan müqavilələr əslində illər keçsə belə, məsəl üçün elə müqavilələr var ki, məsələn, biz AXC dövrünü indi keçəcəyik də, vermişəm. İndi mənə AXC-nin yaranması və daxili siyasəti deyəsən. Bu iki Bəli. mövzunu, bəli, o iki mövzunu vermişəm. Mən soyqırımı baxa bilmədim. Hə, keçən dəfə soyqırımı da sual-cavab eləmişdiniz, hə? Bəli, keçən dəfə olmadı. Soyqırımı. Biz sual-cavab eləmişdik, bəli. Bəli. Demək o AXC-də, yəni orda nə deyəcəydim, unutdum inanırsınız. Fikrim getdi. Müqavilədən danışırdıq yəqin ki, hansısa Müqavilə, müqavilə hə. deyirdiniz. Hə, yəni orda da orada bağlanan müqavilələri də məsəl üçün ruslarla orda o təzyiq göstəriləri Cümhuriyyət dövründə ruslar onlara təzyiq göstərir. Amma biz deyirik ki, məsəl üçün bu AXC Türkmənçay müqaviləsini falan əsas gətirir ki, yəni siz bunu eləməli deyilsiniz. Biz də yəni deyirik ki, bu bizlə bağlanan bir müqavilə deyil də. AXC ilə bağlanan bir müqavilə deyil bu. Başa Bəli. düşürəm, bu müqavilələrin çox önəmi var tarix üçün. Hə, Baxmayaraq ki, O, biz özümüzü aha, məsəl üçün yəni qüvvədə qalma iqtidarında olurlar bəli, müqavilələrin yəni çoxu. bəli, Aha, onlar bəli. irəli sürə bilirlər. Xüsusən 20-ci əsrdə bağlanmış müqavilələr daha aktuallığını saxlayır da bir əsr boyunca. Bəli. Məsəl üçün əgər biz indi dövlətimiz məsəl üçün hakimiyyət dəyişərsə, tutaq ki, İlham Əliyev bizim dövlətimiz hələ də Azərbaycanlıdır da. İlham Əliyevin bağladığı müqavilələr keçərli olacaq. Yəni baxmayaraq ki, Məsələn, kimin tutaq ki, dövründə Şuşa Şuşa müqaviləsi var idi, bəyannaməsi, 15 bəli, iyulda. doğrudur, doğrudur. Bəyannaməsi, bəli, hə, Bəli. hə. Yəni bu keçərlidir. O kiminlə bağlanmasından asılı olmayaraq. Sadəcə dövlət dəyişərsə, bəli, onda. Məsələn, biz özümüzü bu gün Daha doğrusu Azərbaycan hakimiyyət dəyişərsə, dövlət hələ də o müqavilələrin qüvvədə olmasının bəli, bəli. Məsəl yəni üçün belə biz deyərik indi də, hə. özümüzü Cümhuriyyətin elə bil ki, varisi elan edirik də, düzdürmü? Bizim indiki Azərbaycan Bəli, bəli, dövləti, bəli, həmin o Cümhuriyyət dövründə nə ki müqavilələrimiz var, bu gün bizim üçün keçərlidir əslində. Çünki biz dövlətimizi quranda elə elan eləmişik.
Bu Hə, məsələn biz götürürük ki, beynəlxalq arenada da belə Cümhuriyyət tanıtmışıq, bəli, özümüzü. Ay, bəli, Ona görə bəli, də yəni biz gördüm. onları əsas götürürük əsasən. Belə şeylər yəni bəzən yaxşı olur, müsbət mənada adamın köməyinə gəlir, bəzi şeylərdə də görsən mənfi olur. Ona görə yəni bağlanan müqavilələr çox önəmlidir tarixdə. Bunu biz görürük. Yəni əvvəldən də qədimdə də olubdu, indi də. İndi ümumiyyətlə yəni qanundur da. Yəni hər kəs bilirsən ki, bu maddələr budur. Yəni bunu tapdalasan artıq hüquq Eee, pozuntusudur. Onu dediniz, mənim yadıma düşdü. Həmçinin o Moskva və Qars müqavilələri Hə, imzalanmışdı. mən elə onu dedim də bayaq ki, Birinci onlar Bəli, bayaq qüvvəsində müəllim onu qalmış deyirdi də Moskva müqavilələr. müqaviləsini. Onu deyirdi bayaq. Moskva Bir keçən il neçə Moskva 23-də müqaviləsi var. Ona elə bildim ki, əvvəlkiləri deyir. O Hə. Qarsla bərabər olanı nəzərdə tutmamışdım. Hə. Hə, 23-də məsələn Moskva-Qars müqaviləsi bağlan. Onun keçən 23-cü ildə 100 illiyi olanda onu qeyd elədi də dövlət neçə dəfə də verilişlər getdi ki, o müqavilə hələ də şərtlərin qüvvədə saxlayır. Bəli, Hansı bəli. ərazilər Doğrudur da biz ermənilərdə qalıb, hansı biz Naxçıvanın itirilməməsi bu gün hələ də Məsələn, bizdə Şərqi qalması. Zəngəzur məsələləri var, Bəli, onların içində doğrudur. Biz gedir bu o. günləri əslində ərazi iddia eləyəndə əslində Şərqi Zəngəzur o dövlətimizin də görsən məsəl üçün biz artıq Zəngəzurun özünü iddia eləyə bilmirik. Çünki beynəlxalq arenada erməni oranı özünə tanıtdırıb da, başa düşdünüz? Biz əgər bu gün gedib Zəngəzuru tutsaq ümumilikdə söhbət Qərbi Zəngəzurdan gedir. Biz baxmayaraq ki, bizim tarixi dövlətimizdir, bizi işğalçı kimi tanıyacaqlar. Amma biz o dəmir yolu var, bizim nəqliyyat magistral yol. Bəli, O bəli, yolu bəli. O ərazidən o yol ipək bizimdir. yolu. Hələ də yəni dünya o yolu bizim kimi tanıyır. Çünki biz onu Naxçıvana gedən yol kimi tutmuşuq da əlimizdə. Yəni oranı bizə vermələri heç bir də qanundan kənar deyil. Biz bu gün onu iddia edirik. Yəni onsuz da Hə, bilirik ki, iddia olunur o. bəli, Aha. onsuz da bilirik ki, o İrəvan, o Məsələn, ərazi. bayaq mən radioda qulaq asırdım. Lori Pəmbə, o Aha, bilirik bəli. də, o 1803-cü il Bəli, bəli. müqaviləsinə görə o ərazilər keçir axı. Məsələn, Aha. o ərazilər indi ermənilər oranı Sisyanov nə bilim nə, hansı adlar dəyişdirib, yəni özləri o adlarla o əraziləri istifadə edirlər. Handa ki, bizim o ərazilər 1803-cü il, 1801-ci il müqavilələri əsasında keçir şeyə də ermənilər Bəli. rusların müqaviləsinə əsasən keçir ermənilərin ərazisi olur. Doğrudur. Amma Yəni əslində bizim tarixi ərazilərimizdir və bəli, özü də elə türklər də yaşayır qədim bir orada. tarix deyil, yaxın bir tarixdir, keçmişdir. Yəni hər birində 19-cu xəritələri əsrdə bəli, hə. sadəcə bilsəz bizim dünya elə bil ki, bu 2-ci Dünya müharibəsindən sonra artıq dövlətlər Şöreylidir, tanındı. Pəmbədir, Bəli. Loridir. Necə 4 ərazi adı çəkirik də, səhv eləmirəmsə orada 3-4. Yəni bax burada yəni bu əraziləri O artıq indi ermənilər orada yaşayır, hə, hazırda orada yaşayır və ərazinin adını dəyişdiriblər. Orada özləri yaşayırlar. Amma deyir ki, bizim türklər orada yaşayırmış və ərazilər də təbii ki, bizimdir. heç neynirsiniz o Amma biz uzağa onların gedib iddiasını eləyə bilmirik. İrəvanın özü bizim yəni İrəvan, Yerevan, düzdürmü? O artıq lap yaxın tarixdir də Bəli, bildiyimiz kimi. yəni Cümhuriyyət hər yarananda biri, verilib. bəli, hər biri bizim ərazilərimiz olub sadəcə. Yəni biz artıq orada məsəl üçün ala bilərik bəlkə də, nə bilim, tarixdir, deyirik tarix təkrarlanır. Amma artıq biz oranı alsaq bizi dünya onsuz ki, hələ öz torpağımızı alanda az qala bizi işğalçı kimi tanısınlar. Amma belə beynəlxalq hüquq nəzərə alsan, o torpaqlar artıq onların rəsmi torpağı kimi gedir, dünyada tanınan. Başa düşdünüz? Ona görə biz Elə artıq gedir, bəli. ona görə biz artıq yəni nə bilim inanmaq istəyərəm ki, bizim olsun, amma bir yandan da düşünürsən ki, o elə belə alınmır da torpaqlar, nə qədər şəhid gedir. Artıq şəhid görmək istəmirik də, eşitmək Hə. istəmirik. Həqiqətən. Oranı məsələn İrəvana alınmasına nə bilim döyüş ola bilməz. O ancaq sənət üzərində Bəli, ola bilər. ancaq Çünki bəli, o sənət, o faktiki da sənət, sənədlər onu demək əsasında. istəyirəm Hə. da. Onu demək Çünki o istəyirəm bir ki, ölkənin paytaxtına ay çevrilib sağ ol. bir əsrdir. Mən də onu demək istəyirəm ki, artıq ora tanınmış bir dövlətin, yəni beynəlxalq müqavilə ilə onun paytaxtıdır. Biz onu ancaq yəni çətin ki, sənətlə alaq da. Yəni ancaq biz onu işğal edərək ala bilərik. İşğal onların dilində də. O da öz başına olmayacaq da, itkilərlə olacaq. Ona görə də yəni istəmərəm sözün açığı.
Çünki artıq Mhm. həqiqətən nə qədər hər ailədə Gələn dərsinə verirsiniz. gələn dərsə bir dənə Sonra burada burdan müəllimə bir dənə ABŞ-ı qaldı, orada götürək. Səddəbat paktı Hə, qaldı. ay sağ ol, o da qaldı. 37-ci ildə 37-ci bir-birinə ildə hücum birtərəflik. etməmək haqqında müqavilə idi. Bəli. Bu Aha. 2-ci Dünya Burada müharibəsində onların Türkiyə, köməyinə gələcək. Türkiyə, Əfqanıstan, İran və İraqla imzalayır bu paktı. 2-ci Dünya müharibəsi daha doğrusu ərəfəsində gedir də, bəli. Doğru. Sonra burada Türkiyənin bitərəfliyinin əsası qoyulur bu Hansı müqavilənin ki 2-ci Dünya müqaviləyə müharibəsində əsasən. Türkiyə bu müharibədə iştirak eləməyəcək. Səadət paktı da, yəni elə bil ki, şərq Və tərəfində bir onun tərəf kimi qalır. bəli, təhlükəsizliyini, yəni təmin olunacaqdır. Və 1-ci Dünya müharibəsindən məğlub çıxan Türkiyə 2-ci Dünya müharibəsində bitərəf Türkiyə olur. Ən sonda təcrid olmamaq üçün müharibə elan edir. Axırda müharibə bitə-bitdə. müharibəyə qoşulur. Bəli. Aha. Doğrudur. Bəli. Sonra elə bir təcrid olmasın deyə qoşulur o da. Burdan bir dənə ABŞ-ı götürün müasirdən. Yenidən də ki, biz Frankı götürmüşdük da, düzdürmü ən son? Burada başqa nə var? Bizans'ı götürmüşdük ən son. Bizansdan sonra Hə, gəlir Səlcuqluyuz. Səlcuqları Səlcuqlar götürün. gəlir. Hə. Hə, Səlcuqları götürün o zaman. Qoy görüm bir dənə. Osmanlıya qədər götürək də. Hə, Çox götürək olmur tez-tez. ki, götürə bilirsinizsə Yox, götürün. müəllimə, götürək, tez Hə, bitsin. hə, götürün. Osmanlıya kimi götürün onu. Səlcuqlarda məsələn o qədər yəni yeni Həm də şeylər buralar Azərbaycan asandır. tərəfində olan Buralar şeylər. asandır. Yəni hər biri Buralar asan bildiyi bir gedir. şeydir. Hə. Bir dənə burada Çox Osmanlıda yeniliklər var. Məsələn, Osmanlı dövlətində gələnlər üçün. Orada yeni əlavələr var. Oranı qəşəng oxuyarsınız. Amma buralarda elə bir dəyişiklik yoxdur, yəni. Varsa da Bəli, onda müasirdən də ABŞ-ı götürdük. Bəli, müasirdən də ABŞ. Məsələn, Dehlidə var biraz dəyişiklik. Məsələn, Xələc falan. Oranı da yaxşı oxuyarsınız. Yeni dərsliklərə əsasən. Belə başqa da ki, yəni kitabı olmayan heç olmasa PDF-də bir nəzər yetirsin. Çünki MİQ imtahanında mütləqdir ki, sizə yeni dərsliklərdən düşəcək. Bəli, müəllimə. Oldu müəllimlər. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Sağ Gecəniz olun. xeyrə qalsın. Sağ Sağ olun. olun. Sağ olun. Sağ olun, sağ olun.